Media kanalına baxsa siyasi bloger Elnur Əliyev. Günümüz uğur olsun inşallah. Akşamımız xeyir olsun. Bu günləri bəzi mövzulardan toxunacağım. Çünki şahidlər daxil olub o şahidlər əsasında telefon vasitəsilə zəng edəcəm və həmin insanların, şahid edən insanları qoşacağım və o insanlarla danışacağıq və o insanların yaxınlarının polislər tərəfindən işgəncələrə məruz qaldıqlarını və polislər tərəfindən necə həbs olunduqlarını, necə şər böhtan atıb həbs olunduqları barəsində daha da geniş bir şəkildə danışdıracağım və qoy Azərbaycan xalqı daha da bilsin ki, Azərbaycan polislərinin necə qəddar, necə amansız olduğunu, necə şərəfsiz, necə əxlaqsız olduğunu Azərbaycan polislərinin. Dünya üzerinde polis adına ləkə olan Azərbaycan polislərinin ictimailəşdirmək bizə düşür. Çünki Azərbaycan polisləri dünya üzerinde, şərəfsizlik üzerinde birinci yerdədir. Mənim əzizlərim. Baxın, neçə polislər, neçə Azərbaycan polisləri vətəndaşlara qarşı etdiyi zorakılıqlar və ona görə də bu günləri bir insanı qoşacağım və o insanı sadəcə olaraq mən adlandırmayacağım o insan kimdir. Anonim olmağını istədi və anonim olmağı da mənim başımın, dedim ki, mənim başım üstə və o insanlar sizin kim olduğunuzu mən bildirməyəcəm və anonim olaraq da qoşacağım və qəti surətdə bildirməyəcəm o insanın kim olduğunu. Və bu hadisə Mingəçevir şəhərində baş verib. Azərbaycan polisləri həmən gəncə silah üzərindən, silahı öz üzərinə götürüb, cinayəti öz üzərinə götürüb və bir 6 ay ərzində ona həbs imkan tədbiri seçilməyini və sonra bir 6 ay ərzindən sonra azadlığa buraxılıb onun ailəsini daha da gözəl dolandırılması və s. ində onun necə Azərbaycan polislərinin necə şərəfsiz, ləyaqətsiz, necə binamus olduğunu sizə bir daha da sübut edəcəm. Mən yenə də təkrar edirəm, Azərbaycan polisləri bütün dünya polislərinin üz qarasıdır. Çünki mən bilirsiniz neçə illərdə Avropada yaşayıram və Avropa polisləri kimi qeyrətli polis yer üzündə yoxdur. Mən deyərdim ki, yaşasın Avropa polisləri, yaşasın demokratiya, yaşasın müstəqil ölkə. Bilirsiniz nəyə görə deyirəm? Çünki qanun çərçivəsində görülməyə lazımdır. Qanun çərçivəsində eləmək lazımdır. Bu günləri TikTok platformasında canlı yayım açmadım. Çünki şahidlər olur, 2 telefonda da açıram, şahidləri necə deyim, dinləyə bilmirəm, rahatçılıq, mənim öz içimdə də rahatçılıq olmur. Çünki çoxsu gəlir, bilirsinə qədər şahidlər gəlib. İndi mən həmən insana zəng edəcəm və həmən insanla əlaqə saxlamağa çalışacağım. Bugünkü mövzumuz həmən bu şəxsdəndir. Ümid qardaşımızdan danışacağıq, Ümid qardaşımızdan və təbii ki, mövzumuz sırf Ümid Abbasov, mövzumuz sırf bu deyil. Ümidin üzərinə hətta belə bir şey deyim, baxın, silah da qoyublar, deyiblər ki, bu silahı götür üzərinə. Mən sadəcə olaraq demək istəyərdim ki, mən bu işləri çox gözəl, çox mükəmməl bilirəm, çox mükəmməl bilirəm. Biz Avropa Birliyinə, Avropa İctimai Birliyinə güvənirik. Həmən silahın nömrəsini mütləq araşdırıb, həmən silahın nömrəsini araşdırıb, həmən silahın polis, daxili qoşun orqanlarında və hansısa qurumların ştatında olduğunu bizə çıxartsalar, məncə daha mükəmməl ola bilər. Çünki bu həmənki insanlara qarşı edilən bu soyqırım adlandırıb, həmən bu soyqırımda olan silahlar polis ştatında bu həmən ümidi sırası ictimailəşdirib və insanlara belə çatdırıblar. Bunu da göstərəcəm sizə. Ümid Abbasov bu silahı bir il əvvəl əldə etdiyini və yaşadığı evin zirzəmisində gizlətdiyini bildirib. Silahın yerini dəyişmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində həbs qəti imkan tədbiri seçilir. Amma hadisə belə olmuyor. Hadisə belə
hadisə belə olmuyor. İnsanın üzərini sadəcə olaraq döyərək, şantaj edərək üzərinə qoyublar. İndi mən həmən insana zəng edəcəm və qulaq asarsınız inşallah ki. Zanit gedir. Bir də zəng edəyək. Zəhmət olmasa. Çünki mən dəfələrlə bunu vurğulayıram. Azərbaycan polisləri nədən Azərbaycan xalqına qarşı belə düşmənçilik yaradırlar? Siz ki Azərbaycanlısınızsa, Azərbaycan xalqına xidmət etməlisiniz. Azərbaycan polisləri. Gördünüz dünənləri 3 nəfər belə deyim, 3 nəfər ölən həmən polis. Bu günləri mən bütün sosial şəbəkələrdə baxıram, hamısı səni corvuza söyür. Və deyirlər ki, həmən o, belə deyim mən sizə, bunu da sizə göstərəcəm mən. Baxın, diqqətlə baxın. Deməli, deyirlər ki, həmən vətəndaş odlu silahdan, ov tüfəngindən atəş açaraq onları öldürüb. Düzdürmü? Ov tüfəngindən. Mən razı. Mən sizin dediyinizdən razı, əla, super. Ov tüfəngindən açılıb, ov tüfəngindən öldürüb. Əla, qəşəng. Bəs necə olur ki, sən ov tüfəngindən atəş açmısan? Ov tüfəngindən atəş açmısan. Bir saniyə. Ov tüfəngindən atəş açmısan. Ov tüfəngi deyirsən. Həmən insanın şəklini də mənə göstərdilər, amma mən yenə də bu Azərbaycan polislərinin hiləgərliyinə inanmadım, qəti sürətdə inanmadım. Çünki orada həmən insanın qarşısına Kalaşnikov tipli avtomatı qoyub şəkil çəkiblər. Burada da bir şey yaranır ki, niyə? Bax, niyə? Sən Kalaşnikov tipli avtomatın şəklini qoyub çəkirsən, düzdürmü? Baxın, həmən insanın fotosudur. Bir saniyə mən bunu söndürüm, daha da yaxşı görsənsin. Bir saniyə. Həmən insanın fotosudur, düzdürmü? Qarşısında Kalaşnikov tipli avtomat, düzdür? Kalaşnikov tipli avtomat. Bəs necə olur ki, siz Kalaşnikov tipli avtomatdan deyirsiniz ki, istifadə olunub, əla, qəşəng. Bəs niyə xəbərlərdə ov tüfəngindən istifadə olunduğunu deyirsiniz? Çünki belə bir şey deyim sizə, aləmi qatıblar bir-birinə, aləm dəyib bir-birinə, pox-poxa qatışıb. Bilirsiniz nəyə görə? Heç orada, mən deyirəm, mən dünənlərdə həmən vurğuladım ki, necə olur ki, Kalaşnikov odlu silahdan, məsələn, tüfəkdən açılan bir zərbədən o boydan 4 dənə adam ölsün. Necə ola bilər ki, o yanındakı 72 ilə bir yerdə, onların yanında suk olur. Bir dəqiqə oşulaq. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Sizi narahat edən siyasi media kanalının rəhbəri Elnur Əliyevdir. Siz hal-hazırda siyasi mediada, YouTube kanalında canlı efirdəsiz. Danışdığınız kimi anonim olaraq saxlayacağım, sizin kimliyinizi bildirməyəcəm və sizin səsiniz siyasi mediada bütün insanlar tərəfindən dinlənəcək. Özünüzü adınızı təqdim etməyə də bilərsiniz. Çünki biz bilirik ki, Azərbaycan Respublikasının polisləri Azərbaycan xalqına bir nömrəli düşmən kəsiliblər və sizin necə deyim, mən sizin adınızı vermək istəməzdim. Yəni, belə deyim, anonim olaraq saxlayıram. Buyurun, söz sizdədir, siyasi media kanalı sizdədir. Dinləyirik sizi, buyurun. Əvvəla hər kəsə salam, burada məni eşdən bütün xalqıma salam deyirəm. Mən Mingəçevir şəhərində yaşayıram. Abbasov Ümid Yaşaroğlu'nun yaxınıyam, yəni qohmuyam. Kimliyimi də gizləmək istəyirəm, çünki polislər çox bərbad bir şəkildə, bərbad insanlardır, yəni belə insan da demək olmaz onlara. Belə başlayayım mən deyim. Abbasov Ümid Yaşaroğlu'nun 14 iyun videosu çıxmışdı xəbərlərdə. 1 iyunda bu Abbasov Ümid Yaşaroğlu'nu evindən gəlib apardılar.
Nə polis paltarından, nə polis maşınından. Sanki bir bəy aparırdılar. Gəldilər, anasına dedilər ki, sənin oğlun ayağında qandal var idi. Anası xəstə olduğu üçün oradan buradan dəmir oğruyurdu. Yəni dəmir. Başqa heç bir şey. Nə kiminsə evinə girməyi, nə də nəsə oğurlamağı. Sadəcə dəmir. Anası xəstə olduğu üçün tək adam idi. Yəni evində tək oğludur. Deylədim, ayağına qandal vurmuşam. Qandalı gördü, işləyə bilmirdi. Polis şöbəyə getmişdi, polisə. Ki, ayağımdakı qandalı qırmışam, mənə nə qədər iş düşür də qandalımdan qalsın. Verin, mən yatım, çıxım anama baxım. Baxa bilmirəm, mənim anam xəstədir, belə demişdi. Polislər də buna dedi ki, get qandalı evindən almışlar. Dedilər ki, get sənə xəbər verəcəyik. Üstündən biraz keçib, anası da dedi ki, mən uşağımı müalicəyə aparmaq istəyirəm. Neçə dəfə, yəni bunun psixi problemləri var. Burada Mingəçevir şəhərində Rafael doktor var. Yəni, nə deyirlər, dəli həkimi deyir, belə deyim. Bunu aparmışlar onlara, bunun orada kağız da var. Bunu iyunun 2-si həkim aparasıydılar. Bakıya, Meştəqaya. İyunun 1-i polis əməkdaşları gəldilər anasının evinə. Dedilər ki, bu uşağı qandalın 5-6 il yatacaq. Gəl buna təmiz silah verək. And işlər, yəni balamın canı, vicdan falan belə and işlər ki, təmiz silahdır. Gəl bunu verək uşağına, 1 il 6 ay yatsın, çıxsın. 1 il 6 aydan artıq yatmayacaq. Bunun anası da, yəni Ümid Abbasovun da dayısı təzə rəhmətə gedib. Yəni 39 yaşında dayısı rəhmətə gedib, yəni cavan dayısı rəhmətə gedib. Anasının da yəni beyni dumanlıdır, yəni. Anası da deyir ki, haqq nətərdir? Yəni, siz yaxşısını bilirsiniz, mən sizə güvənirəm. Haqq nədirsə onu eləyin. Anası da demədi ki, bu polislər vicdansızdır. Əlinə yükə bir silah verdilər. Neyse, bunun anasının yanında uşaq da inandı. Getdilər, polis şöbəsinə getdilər, ərizə falan yazdılar. 2 gün şöbədə saxladılar. Məhkəməyə çıxdı. Məhkəmədən sonra uşaq dedi mənimdir. Məhkəmədən sonra uşaqla görüş olundu. Uşaq anasına yalvardı ki, ana, məni buradan çıxart. Silah mənim deyil, əlimə dəyməyir. Sən də bilirsən. Anası vəkil tutdu, yəni kasıb adamdır. Sələm alaraq vəkil tutdu. Sonra vəkil tutdu, elədi. Bu vəkil dedi ki, baş prokurorluğa gedin, prokurorluğa ərizə yazın. Biz də getdik. Getdik, baş prokurorluğa ərizə falan yazdıq. Bu yaxınlarda da uşağı gətirmişdilər. Bu yaxınlarda deyəndə 2 həftə falan bundan qabaq. Uşağı Mingəçevir polis şöbəsinə gətirmişlər. Biz baş prokurorluğa ərizə verməmişdən qabaq. Neyse, uşağı gətirmişlər, anasını da çağırmışdılar. Anasına dedilər ki, uşağın qoy getsin, yatsın, çıxsın. Yəni, polislərin belə pis çıxmasının məqsədi nədir ki, anasına telefon alır, xaldenik almaq istəyir. Anası da yəni, qəti şəkildə qəbul eləmir. Anası deyir, mənim uşağım çıxsın, qəbul eləmir. Yəni, deyirlər ki, uşağın bu şeyləri boynuna götürsün, sizin... Nə bilim, sizə xaladenik alacaq və kasıb olmağından istifadə edib uşağın torbasını tikmək istər. Yəni, belə başa düşdüm. Bəli, bu dəqiqədə bir aydır şey, bu gündən, yəni ki, 26 gündür ki, uşaq yəni tutulubdur. Haqsız yerə, uşağın heç bir günahı yoxdur. Silah da onun deyil. 19 yaşı, sentyabrın 1-i günü 19 yaşı tamam olacaq. Aha. Yəni ola bilərmi ki, o silahı başqa bir adamın cinayəti olub, o silahı həmən o Ümidin üzərinə qoysunlar? O ola bilər. Biz də ondan şübhələndiyimiz üçün, biz də yəni onun ailəsi olaraq biz elə şeydən qorxuruq ki, o yəni silahın üstündə cinayət olar. Ona görə də bu işin üstünə düşmüşük. Bakıya getdik, ərizə, yəni biz orada telefon vasitəsilə Bakı prokurorluğuna ərizə yazdıq. Ondan sonra Ümidin yanına getdilər. Biz qorxuruq ki, o silahın üstündə cinayət olar. Ona görə də yəni çox qorxuruq ki, cinayət olsa çox gedəcəklər. Gedib içəridə yatacaq. Haqsız yerə yatmağını istəmirik. Polislər gediblər, yəni polislər yox, baş prokurorluqdan. Prokurorluq yoxsa baş prokurorluq. Buyurun, danışın. Prokurorluqdan
Türməyə gediblər. Türmədə Ümid Abbasov deyib ki, mənim deyil, məni ailəmlə polislər hədələyib. Deyib ki, polislər Ümidə deyib ki, evinizə nəsə atacağıq. Tam dəqiq olaraq bilmirəm, nəsə deyiblər, belə bir söz deyiblər ki, evinizə nəsə atacağıq. Anamla atan ömrü tutulacaqdır, tutacağıq anamla atanı. Video çəkişi var, xəbərlərə çıxmaq üçün. Onu Ümid razı deyilmiş. Onu deyiblər, anamla atanı tutacağıq dediyi üçün Ümid razı oldu, yoxsa razı deyilmiş. Aha. Deyiblər ki, hədə qorxu gəliblər, təzyiq göstərirlər. Yəni Mingəçevir şəhər polis şöbəsi, yəni Ümid Abbasova təzyiq göstərərək, qorxudaraq boynuna silah işini qoyublar. Bu insan da bu dəqiqədə deyir ki, mənim deyil, məni qutarın. Mən qorxuram. Mingəçevir şəhər polis şöbəsindən mən qorxuram. İndi belə bir şey deyim sizə. Təxmini neçə il iş verdilər? İş verməyiblər. 3 ay istintaqdı nədir, o gedir. Aha. İndi əgər silah, odlu silah çıxıbsa, bunun üstündən, üzərindən qoyublarsa, buna 1 il 6 ay verməyəcəklər axı işi. Biləm, polislər sadəcə bunlar, yəni necə deyim, təhsilsiz insandılar, təhsilləri yoxdur. Orta təhsilləri belə yoxdur heç birinin. Bunlarda anlayışı yoxdur, bilmirdilər. Sonra gəldilər bizə, bizim qohumumuzda. Anası gəldi dedi ki, yəni Ümidi belə aparıblar. Mənim anam da dedi ki, elə bir şey ola bilməz deyir, o çox yatacaq. Biz polis şöbəsinə getdik. Mən də şəxsən oradaydım. Polis şöbəsində idik, ərizə tamamilə yazılmışdı, vəkil falan var idi. Ərizəni yazmışdılar polislər. Ümidin izahatını almışdılar. Biz oraya getdik ayaq yolunda. Ayaq yolunda bizlər dedilər ki, Ümidə polis göz ağartdı. Aha. Ümid dedi ki, sənin deyil Ümid, silah sənin deyil. Polis Ümidi göz ağartdı. Dedi ki, Ümid silah sənindir. Ümid başını saldı aşağı qorxaraq. Dedi ki, bəli, mənimdir. Aha. Ondan sonra da məhkəmədən sonra da uşaq dedi mənim deyil. Nə qədər ki eləsə də uşağa hədə qorxu gəlirlər. Yəni bu dövlət hara baxır bilmirəm. Biz ədalət istəyirik. Ədalətsizlik olmasın. Uşaq haqsız yerə içəridə yatır. Bu dəqiqədə yəni 26 gündür ki uşaq haqsız yerə yatır. Niyə yatmalıdır? Ümidə işgəncələri veriblərmi? Onu dəqiq bilmirəm, çünki yanlarında olmamışam. Amma Ümid dedi ki, mən oradan qorxuram. Mənə təzyiq göstərirlər. Demək ki, işgəncə veriblər. Əlbəttə ki, yəqin ki, çünki o bizə dedi ki, mənə təzyiq göstərirlər. Mən Mingəçevir polis şöbəsində onlar nə deyirsə onu deyirəm. Mən qorxuram onlardan. Yəni uşağı qorxudurlar. Ümidin anası nə zaman rəhmətə getdi? Anası yox, dayısı. Dayısı rəhmətə getdi. Ümidin anası hal-hazırda hardadır? Anası hal-hazırda Mingəçevir şəhərindədir, öz evlərindədir. Atası hardadır? Atası da Bakıdadır. Yəni atası da yəni bunları atıb gedibdi. Oradadır. Yazıb, yəni kasıbdılar. Əllərindən heç bir şey gəlmir. Heç nə eləyə bilmirlər. Polislərin anasına verdiyi vədi, o xaladenik deyirdiniz, nə deyirdiniz, onları aldılar, verdilər yoxsa? Yox, xeyr. Həmən Ümidi tutan günü, yəni aparan günü evdən. Deyiblər ki, sizə xaladenik alacağıq, evinizi təmir elətdirəcəyik, sizə telefon alacağıq, televizoru alacağıq. Yəni sizi hər cür təmin eləyəcəyik. Ümidə də deyiblər ki... Bunu hansı polis... Bax xanım, bunu hansı polis o anasına bu sözləri demişdi, bilirsiniz? Orxan müəllim, Mingəçevir şəhər şöbəsində Orxan müəllim deyib. İstintaqçıdır yoxsa uqolovni rozıqdır? Bilmirəm, yəni polis paltarında deyil də böyük rütbədir, belə bilirəm. Böyük rütbədir, mülki təbii ki, uqolovni rozıq olacaq, 100%. Çünki bilirsiniz ki, uqolovni rozıqlar çox vaxtı mülki formada gəzirlər. Mingəçevir rayonu polis şöbəsi Orxan. Firdovsi, Orxanın adını bir dənə çıxart, mənə WhatsApp vasitəsilə at da, çox xahiş edirəm sənə. Aha. Aha. Bəli. Buyur. Danışa Orxan. Sonra biz polislərə getdik, mənim anam orada səs-küy yaratdı və anama dedilər ki, sən sakit dur, bu insanların başını doldurma. Sən sus, çünki mənim anam qanundan yaxşı başım çıxır. Dedi ki, bu bir 6 ay yatmayacaq, uşağı şərləməyin. Mənim anamı polis şöbəsindən qovaraq çıxartdılar. Ki, sən sus, yəni mənim anam da qohumumda, yəni Ümidin anasından qohumuq.
Mənim anamı çıxartdılar, dediler, çünki mənim anam bilirdi ki, o çox yatacaq. Aha. Biz haqqı dediyimiz üçün bizi polis şöbəsindən çıxartdılar. Aha. Və Bakın. anam İndi mən sizə bir söz deyim. Anası bu barəsində hansısa bir orqanlara şikayət edibmi? Qaynar xəttə, hansısa bir Daxili İşlər Nazirinə 102-yə və yaxud da və s. hansısa bir insanlara, kimlərəsə şikayət edib bu barədə Ümidin üzərinə atılan cinayətlər haqqında hansısa bir orqanlara məlumat veribmi? bəli veribdi. Bir dənə insan hüquqları var. Adı neydi de tam dəqiq olaraq bilmirəm. İnsan hüquqlarına zəif vurdu. Aha. 961 var. Aha. Ona zəif vurdu, baş prokurorluğa zəif vurdu, insan hüquqlarına zəif vurdu və anası bunlara zəif vurmamışdan qabaq 102 xidmətinə zəif vurmuşdu oğlunu aparan günü. Yəni iyunun 1-i. Və 102 xidməti heç cür, yəni bizə geri dönüş eləmədi. Aha. Yəni heç cür bizə geri dönüş eləmədi, maraqlanmadılar, nə zəif vurmadılar. Biz maraqlanacağıq dedilər və vəssalam, 102 xidməti. Biz sonra Bakı prokurorluğu var, baş prokurorluq. Orada anası da ərizə yazdı. Zənc vasitəsilə və dedilər ki, biz maraqlanacağıq. Biz Bakı prokurorluğunu yığandan sonra Ümidin yanına getmişdilər, Bakı prokurorluğundan. Və orada da Ümid dedi ki, mənim deyil, məni qorxudurlar, Mingəçevir şəhər şöbəsində məni qorxudurlar, mənə təzyiq göstərirlər, məni anamla, ailəmlə hədələyirlər ki, sənin ananı, atanı tutacağıq, evinizdə nəsə atacağıq, anamla atan tutulacaq. Yəni, belə bir ədalətsizlik. İndi mən sizə bir söz deyim, Ümidin qardaşı var, bacısı var Ümidin. Xeyr, evin tək oğludur. Tək oğludur, sadəcə olaraq Ümid dəmir yığdığına görə Ümidin ayağına handal vurmuşdular. Aparat verdi, o dəmir axtaran aparatı. Onunla yerin altından qazıb əziyyətdən dəmir yığırdı ki, anasını müalicə elətdirsin. Və onu da polislər dedi ki, cinayətdir, oğurluq sayılır. Bunu apardılar. Və ayağına məhkəməsi oldu, qandal taxırdılar. Məhkəmə olanda belə, məhkəmə yəni hakim dedi ki, bu xırda kuru şeylər üçün məni niyə vaxtımı alırsınız da, yəni bu adi bir şeydir. Belə deyim sizə, axırıncı dəfə Ümidi anası nə zaman görüb? Axırıncı dəfə haradasa 10-11 gün olar. Ümidin onda vəziyyəti necə idi? Ümidin vəziyyəti, Ümid qayıtdı dedi ki, anam, mən özümü öldürəcəm. Aha. Mən belə yaşamaq istəmirəm. Mənim silah mənim deyil. Polislərin içində və bütün böyük polislər yoxdur, şöbənin bütün böyük. Yəni, vəzifəsi böyük olan polislərin içində deyib ki, anasına, ana, mən özümü öldürəcəm, belə yaşamaq istəmirəm. Həqiqətən də bu insanın psixi problemləri var. Yəni, böyük bir vətəndaş, yəni, bilirsiniz də gəzsəniz görərsiniz. Əlləri, yəni, doğramdır. Psixi problemləri var. Bax, xanım, hansısa bir psixatriyada yatıb Ümid? Xeyr, yatmayıb. İyunun 2-si günü Bakı Məşrəqədə yatmalıydı. Bakıya gedib Məşrəqədə yatmalıdır. İyunun 1-i günündə polislər bunu apardı. Əlində sənəti var. İyunun 2-si günü bu Məşrəqədə yatmalıydı. İyunun 1-i də polislər gəldi, bunu apardı. Ümidin anası ilə mən necə əlaqə saxlaya bilərəm? Mən nömrəsini verim, əlaqə saxlaya bilərsiniz. Yox, istəyirsiniz mən sizə adboy verim. Siz Ümidin anasını da qoşun. Tamam. Bir yerdə qoşun, Ümidin anası ilə də danışaq. Yaxşı mı? Olar, tamam. Gözləyim. Dinən ki, Ümidin anası zaten bəllidir ki, Ümidin anası. Yəni yəni orada anonimlik bir şey yoxdur. Mən belə düşünürəm. Amma beləsinə qoşulsun, problem yoxdur. Üçlüyünə danışaq. Yaxşı mı? Tamam. Gözləyim mən sizə. Yaxşı. Ümid bu qardaşımızdır. Yəni bilməyənlərə göstərirəm. Ümid bu qardaşımızdır. Azərbaycan polislərinin necə insanları şərləyərək həbs etməsi bir zanə Linkə qoysun, ancaq axşam saat 8-dən biraz bir saniyə. Salam bəy, siz bir 20 dəqiqədən sonra mən sizi zəng eləyib efirə qoşa bilərəm.
Bir nəfər də var, mənə bu günləri bir şikayət göndərdi. İndi o bəy efirimizə qoşulmaq istəyir. Valla çoxdan da açığı deyim sizə, mən YouTube kanalında mənə çox insanlar belə müraciət edir ki, Elnur bəy nömrə qoy ki, çıxaq danışaq. Valla bizim problemlərimiz daha çoxdur. Azərbaycan haqlarında, Azərbaycanda haqq hüququ, ədalət deyiləsi bir şey qalmayıb. Bizim necə deyim, bizi çox vəziyyətimiz çox gərgidib, bizi çox sıxırlar. Bu bəy də bir yaxdan hardasa baxaq. Hə, olar. Yaxşı bəy, indi mən sizə hardasa 20 dəqiqə ərzində zəng eləyəcəm. YouTube kanalı Siyasi Mediadayım. Belə deyim mən sizə, həddindən artıq çoxdur. Valla o qədər insanlar şikayət edir. Gündə ən azı 20 nəfər, 30 nəfər insan gün ərzində şikayət edir. O eləçində bir cinayətlər var ki, məndə Azərbaycan polisləri tərəfində zorlanan, təcavüz olunan insanlar sadəcə olaraq valla həddindən artıq çoxdur ya. Sadəcə olaraq elə utanırlar, çəkinirlər, deyirlər ki, biz Azərbaycanda insanlar tərəfindən sadəcə olaraq pis qarşılana bilərik. Ona görə də bizim kimliyimizin çəkilməməyini sizlərdən xahiş edirik. Və çox da həddindən artıq inandırım ki, sizə bəylər vasitəsilə də polislər tərəfindən zorlanan insanlar var. Bəyləri də beləncə Azərbaycan polisləri zor tətbiq edib, onlara qarşı nəlayiq hərəkətlər eləyirlər. Azərbaycan polisləri baxın budur. Bu günləri sadəcə olaraq mən bir YouTube kanalı Siyasi Mediada Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət etdim. Dedim, İlham Əliyev, sadəcə olaraq sən bir dəfə də olsun Azərbaycan sosial medialarında bu 2 gün gündəmdə olan 3 polis vətəndaşının ölümü ilə bağlı girib komentariyaları oxuyub o polislərə necə nalayiq ifadələr işlədiklərini və söydüklərini, təhqir elədiklərini sən bir gözünlə şahidi oldunmu? Və Azərbaycan polislərini sən nə qədər aşağılıq elədiyini, aşağı bir səviyyə saldığını sən gördünmü? Mən sadəcə burada Azərbaycan polislərinə səslənirəm. Siz də Azərbaycanlısınızsa, sizin qanınızda, genimizdə Azərbaycan qanı axırsa, sizlərdən çox xahiş edirəm mən. Azərbaycan tərəfə keçin və Azərbaycanda belə deyim sizə, Azərbaycan tərəfə keçin, Azərbaycan vətəndaşlarına zülm verməkdən əl çəkin. Bir nəfər də sizə bir şey deyim. Deməli, mənim dəyərli izləyicilərim. Türk vətəndaşı mən bir ara qoşmuşdum. Hazret İşıq. Hazret İşıq barəsində. Bu, Azərbaycan polislərini başladı təhqir eləməyə. Bu bir şey demirəm. Məlum ki, Azərbaycan polisləri dünyanın ən şərəfsiz, ən alçaq insanlarıdır. Ən alçaq. Deməli, bunun mənə bir videosunu atdılar. Videonu da atan bu şəxsdir. Türk vətəndaşı bu şəxs. Videonu atdı mənə və dedi ki, Elnur bəy, sizdən çox xahiş edirəm, bu barədə bir video çəkin və sosial şəbəkələrdə işıqlandırın, sizdən çox xahiş edirəm. Deməli, bu Hazret İşıq Azərbaycan şəhidlərini və vətəndaşlarını kütlə şəklində və bayrağını təhqir edib. Azərbaycan polisləri təhqir eləməkdə bir şey demirəm. Amma Azərbaycan fərqi yoxdur. Azərbaycan olmur, Əfqanistan olsun, nə bilim, hansısa bir ölkə olsun. Şəhidləri təhqir etmək heç kimin haqqı deyil. Kimliyindən, mənliyindən asılı olmayaraq. Bunu sizə videosunu göstərəcəm. Baxın. Sen gel buraya, senin kanını sikeceğim. Azerbaycan'ın anasını, avradını, bayrağını, Bakın. milletini şehit. Sen gel buraya, senin kanını sikeceğim. Azerbaycan'ın anasını, avradını, bayrağını, milletini, şehidini sikeceğim. Senin her şeyini sikeceğim. Götünü siktiğimin çocuğu, götünü kırkan sensin. Amca sik evet. Bak bunu emiyordun. Bak bunu emiyordun. Bak sen, ben ağzını veriyorum, ağzına veriyorum. Götünü siktiğimin peşleri. Gel lan. Amca siktiğimin çocuğu. Gel ağzına vereyim gel. Bu vətəndaşla danışır. Amca sik evet. Bak bunu emiyordun. Bak bunu emiyordun. Bak sen, ben ağzını veriyorum, ağzına veriyorum. Götünü siktiğimin peşleri. Gel lan. Bilirsiniz necədir? Mən Türkiyədə yaşayan qeyrətli qardaşlara səslənirəm burada. Yəni, mən bilirəm ki, siz bu işi gerdə qoymazsınız. Mütləq mən sizdən kömək istədim və çox xahiş edirəm sizlərdən. Bu barədə böyük bir tədbir görün. Azərbaycan bayrağını, Azərbaycan şəhidlərini, ümumiyyətlə
heç bir ölkənin bayrağını, şəhidini heç kimin, heç kəsin başı üçün deyil ki, təhqir tənqid də etməyin haqqı yoxdur. Sən danışırsan, sən şikayətçisən, Azərbaycan polislərinə şikayətçisən, sənə kim atıb ondan şikayətçisən. Aha, xanım zəng elədi, bir dəqiqə. Salam, axşamınız xeyir. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Sizi narahat eləyən siyasi media rəhbəri Elnur Əliyevdir. Ümid haqqında sizdən, hal-hazırda siyasi mediada canlıdasınız. Ümid haqqında sizdən bir-iki məlumat almaq istəyərdim ki, bu cavan gəncimizi eşitdiyimə, bildiyimə görə şər atıb üzərinə həbs etməyə çalışırlar və mən beləsinə deyərdim ki, həm də sizə hansısa bir vədlər veriblər ki, bunları qəbul elə, sadəcə ümid silah daşımasını üzərinə götürsün, sadəcə 1 il 6 aydır yatıb çıxacaq. Elə bir söhbət olub. Bəli, bəli. Bax, mən tək anayam, xəstə anayam, üstünüzə sağlıq. Allah hamd olsun, gündə 5 dəfə namaz qılan insanım. Rəbbim hər şeyə şahiddir. Mənim balamı xəstədir. Yəni, Məştəqada da adı var, travma alıb beynindən. İmkanım olmayıb, apara bilməmişəm. Məştəqada çox pul istədilər. Gücüm çatmadı. Sonra da vallahi mən 4 dəfə pres olmuşam, imkansızlıqdan, iş tapa bilmədi. Dəmir, dümür, xırda-xuruş şeylərə. Vallahi məhkəmədə də dedi, bundan ötürü nə məhkəmə qurmusunuz. Silahı da gəlib, yəni uşağı aparırdım, hərədən biraz yığıb, Allah hamd olsun, məşdağı aparırdım. Bax, səhər qardaşımın 40-ıdır, 26 yaşında qardaşım rəhmətə gedib. Sizlərə ömür. Yəni yığıb gedirdim ki, aparım. Bir də gördüm ki, qara paltarı, qrajdan paltarda gəldilər. Bir ikisini tanıyıram sürətdə. Adı nə idi? Xanım, onların adı nə idi gələnlərin? Özlərini birinin adını tanıyıram, Orxandır. Qalanların sifətdən tanıyıram. Orxanın rütbəsi nədir? Bilmirəm valla, onu deyə bilmərəm. O 2 ulduzuydu, 3 ulduzuydu, 4 ulduzuydu, ulduz ayıydı. Ulduz yox idi. Ulduz yoxdur, əlində qara paltar idi hamısının. Hardasa bir 5-6 dənə. Hamısı getdim polis idarəsində işləyənlərdir. Uşaq yatmışdı. O üçün mən oranın Çaskovisi ilə danışdım ki, dedim ata, vallahi indi hamısı vəzifəli oldun, hamısına mən elə deymişəm, elə bil ananızam, bacınızam, imkansızam, tövbələr olsun, xala deniyim çıxartmışam, mən o qədər imkansızam. Mən o evdə həftələrlə az qalmışam anamın görünə, o qədər imkansız, o qədər deyir, özüm öldürəm, amma niyə kasıbıq işləyə bilmirəm, iş vermirlər. Travma almış uşaqdır, yəni kağızları da var orada, oranın xəstəxanasının, Məşdəğanın, Aksuyun bənkamata göndərib, gücüm çatmıyor. Hamısını araşdırın, heç nə yalan danışmıram. Yəni, mənim özümə məsuliyyətdir, bilirəm. Anam, heç də məsuliyyət zat deyil sizə, qurban sizə. Siz öz oğlunuzu müdafiə edirsiniz. Əgər Azərbaycan demokratik müstəqil bir ölkədirsə, öz balanızı siz müdafiə etməkdə heç bir cinayət məsuliyyətinə cəlb olunmursunuz. Ay, sənə qurban olun. Bu beləncə nədir? Bir Allahdan qorxuram. Bəli, Azərbaycan, baxın, mən sizə bir söz deyim. Sizə xaladenik dedilər, alıb verəcəkdilər, hansısa bir əşyalardan alıb verəcəklərini vəd eləyən insanın adı, soyadı nədir? Adı Orxandır, tanıyıram. Həmən Orxandır, düzdürmü? Yox, düzünü ata, düzün demək lazımdır. Dedim ki, yox, siz düzünü deyin ki, çünki araşdırma aparılacaq. Mən həmən insanın indi bir dəqiqə hal-hazırda şəkillərini, ailə fotolarını və öz şəkillərini bir dəqiqə mənə göndərəcəklər və mən həmən insanı sosial şəbəkədə işıqlandırıb, mənim məqsədim odur ki, Ümid qardaşımızı bəraət qazandırıb və həbsdən azad edilməsi. Çünki bir insanın üzərinə şər atmaq özü böyük bir cinayət məsuliyyətinə cəlb olunmaqdır. Mən olsa zaten həmən Orxanı bir dəqiqəsində mənə göndərəcəklər və fotolarını və videolarını inşallah ki, sosial şəbəkələrdə işıqlandıracam. Geniş bir müzakirəyə bir səbəb olacaq. Yəqin ki, məndən balacasan, gör nətər olub söhbət. Yəni, mən bunu hal-hazırda getdim polis idarəsinə. Dedim, bunun qandalı qırılıbda, o özü gedib şöbəyə deyib ki,
Mənim qandal ol və ayağımda qırılır, mən işləyə bilmirəm. Anam xəstədir, baxa bilmirəm. Yoldaşım da bizi tullayıb gedib, bezdi. Mən də təkəm, vallahi heç kim adama kömək eləmir. Anam vardı, o rəhmətə getdi, nə başını aradım. Arabıralığa gedirdim, daha halım yoxdur, gedəmirəm. Yəni mən demirəm ki, o uşaq çox xəstədir, imkanım ola apara bilmədim. Dedim ki, Çaskovadan xahiş elədim ki, sizin bir əməkdaş ver, aparım. O da dedi ki, pul istədi. Dedim, valla qovmağrıdan 60 manat rəhmişəm. O dedi, maşın tut, o polis gedib gəlməlidir. Bugün sabah 2 gün onun telefonuna ziyət çatmadı. Polis sizdə pul istədi? Sonra... Hə, oranın Çaskovası. Nə qədər pul istədi ki, pulu niyə istədi? Dedi ki, bizdən əməkdaş sən aparmalısan Bakıya Məşdağıya. Bu uşağın orada analizat veribdir, hər şeydir. Orada dedi ki, yəni sənin bu bahalıdır, gücün çatacaq. Mən də dedim, valla mənim o qədər pulum yoxdur, imkanım olar gələrəm. Gücüm çatmaz. Sonra gəldim polislərə, dedim sizin əlinizlə də bunu aparım oraya. Yəni dedilər, polislərlə aparsalar, müalicə eləyə bilərsən də pulsuz olar, ora pulludur. Əvvəl pul istədilər, ona görə də elə analizat qaldı, bilmirəm, analizin kağızını bankamata göndəriblər, nədir? Yazıq ki, yararsızdır da. Bu adamın gecə saat 3-də bunun meyidini çıxardırlar, qolunu kəsir. Ana biz niyə kasıbıq, ölmək istəyirəm. Mən sizə bir söz deyim. Baxın, xanım, sizin adınız nə oldu? Şəlalə. Şəlalə xanım, sizin oğlunuz Ümid həmən polis bölməsində damarlarını doğruyub? Yox, evdə doğruyur. Evdə doğruyur. Aha, onu demək istədim. Aha, buyur. Orada yox. Amma bu silah məsələsi bilirsən nətər olub? Bizi yaradan əziz Allah'a and olsun. Səhərə sabah çıxmıyorum. Əgər bir kəlməmdə yalan varsa, Allah'ın Rəbbinin qəzəbinə gələcək inşallah olar. Hamısının evladı var. Şər çox bir şeydir. Gəldilər, həmən uşağı bizim sunkalarımız, dedim, gəldi, dedi, oğlun evdədir. Dedim ki, nə olub? Dedi, heç nə, bacı, çağır, elə bir söz soracaq. 5-6 dənə hamısı qara paltarı, qara maykalıdırlar. Polis paltarında deyirlər. Ümid, dedim, dedi, ana, nə olub? Dedim, oğlum, sən kimsə çağıra çıxdı. Dedi, ana, sən də gəl. Qonşu gəldi, qonşunu qovdular. Mən də o qədər beynim yüklənibdi, baxıram belə gözüm düzdür, bunlara cavab verəmirəm. Dedi ki, bu uşaq qandalı qırıb 5-6 il buna qandalla iş düşür. Səhər onsuz da bunun xeyri yoxdur. Mən də dedim ki, xeyri oldu olmadı. Mənim balam xəstədir, həkimə aparırım. Qoyum onu xəstəxanaya aparım. Sonra bu qandala görə, nəyə görəsən, nə cəza verəsiz ver. Dedi, yox, ona elə baxılacaq orada, müalicəsi də olacaq. Dedim ki, nömrəmi ver, dedim, valla telefonum yoxdur. Valla dedim, xala deməyim də çıxartmışam. Mən o əlimdə olanı bunu xəstəxanaya aparım, qoy aparım. Dedi, sənə nətər gəldi, köməkli eləyəcək. Dedim, bəs silahı deməzdə. Dedi, gedək təmiz silah verim sənə. Dedi, əlini belə zat geç, koldan kostan tapıb. Bu da uşaqdır da, cavan uşaqdır, əvəzdə, onu ilə bilətlər gedirəm. Dedim, axı oğlum, sən xəstəsən, dedim, qoymur xəstəxanaya yaparım. Dedi, orada müalicə olacaq. Sonra uşağı götürlər, apardılar. Paltar da qoydum 1-2 dənə sunkasına, getdi. Sonra bunu qonşunu çağırdım. Bibimin qızına dedi, sən dəlisən, silah bilirsən nə deməkdir? Uşağın getdi. Dedim, anətlər, mənə deyir, balam ölsün. 1 ildən artıq yatmayacaq. Amma qandalla qırıq-qırıq işlər çoxdur, çox yatacaq. Getdim, yanım başı açıq getdim, şöbəyə getdim, görməyək yolunda nə qədər polis qoluna taxıblar qandalı. Allahlarına bulsunlar. Dayanmayacağım, demişəm, hara gəldi çıxacam ölən günə kimi, balamın üstünü o şəri onlara bağışlamaram. Getdim, uşaq da dedi, onun xeyrimə, uşağın xeyri, ilə qapıda duran, o axıran adam belə deyir, xala, qurdalam, uşağın üçün pis olacaq. Dedim, ay bala, uşağın silah görməyib ha. Sonra bir də aradan bunu gənciyə apardılar. Sonra məni müstəntiq çağırdı, Ümid sizi görmək istəyir. Getdim, gördüm, otaqda qabağında dönər, 2 blok sigaret. Hələ əstəğfurullah, evdən aparanda, evdən köhnə adasıyla getmişdi. Getdim, gördüm, buna qara şalvar alıb giydiriblər. 5 blok sigaret aldılar. Ondan sonra nə idi? Dönər idi. Yenə də anlamıram, vallahi anlamıram. Bir də deyir ki, bizə güvən, ey bacı, bizə güvən. Çox sözlər dedi. Polislər Ümidə almışdı, dönər falan. O sadəcə olaraq onların bir variantıdır ki, həmən cinayəti öz üzərinə götürməkdən ötəri. Ay sağ ol, tövbə deyirəm, qardaşımın cavan gör səhər qırxıdır. Yanına yanaşın, bir kəlməmdə yalan varsa, yoxsa onları yanansın rəq qulağına. Allahın ədaləti satmaz, Allaha bıraxmışam hər şeyi. Mən sizə bir söz deyim, xanım, o silah ki var ha,
O silahı gəldilər sizin evinizdə gətirmişlər o silahı, yoxsa elə polis bölməsində? Yox, evdə silah zad yox idi. Uşaq elə bir yəni- bəy aparırlar. Uşağı belə Yəni uşağı gəlib götürəndə, baxın Şəlalə xanım, uşağı gəlib götürəndə əllərində o silahla gəlmişdilər evə. Yox, silah görməmişəm ata. Mən Allahsız danışanmaram. Mən Allahdan qorxuram. Yəni o silahı sorandan həmən bölmədə üzərinə qoyublar ki, bu silahla güya Ümid bu silah Ümidin üzərində olub, düzdürmü? Hə. Yox, deyəm daha getdim burada yox. Burada elə belə əli boş apardılar. Uşaq da sevindi ki, mama kişi kimi yatıb çıxacağam silahla da. Yəni güya ki oğruqla, dəmirlə, dümürlə. Mən də baxıram düzü, amma razılıq vermədim. Dedim yox, bu iş mənim ağlıma batmadı. Tam da bilmirəm. Qardaşım təzə rəhmətə gedib. Allah and olsun. Beynim o qədər həyat da yorub məni. Yüklənmişəm. Tam anlamadım. Hər bir yandan getdim. Sonra şöbədə, sonra bunu apardılar. Gizli buna məhkəmə keçdi, getdi. Yenə anlamadım. Sonra uşağı Gəncədən gəldi. Abi sakit olun da. Sakit olun da. Gəncədən sonra bunu uşağı getdilər. Müstəntiq məni çağırdı ki, Şahilə xanım dur tez bura gəl. Mən aşağıda dedilər gəlibdi, dedi ki anasısan, gördüm deyir ki hə tək gəlib. Bu mənim qudam biraz dilli-fillidir. Bunlar çəkinirlər, gördüm deyir tək gəlib. Çıxdım yuxarı ki hamısı bu fasonda polis paltarı deyil, hamısı qara paltarı 3-cü mərtəbədə otururlar. Hamısı oturub, müstəntiq də buradadır. Hamısı gəlib, müstəntiq də deyir ki narahat olma, yaxşı olacaq. Gördüm uşağın yenə qabağında 2 blok sigaret, qara nazik, bir dönər. Uşaq dedim Ümid silahı əlinə almısan. Mənim başa saldılar uşaq əlinə deyir. Dedim yox, uşağın əlinə silah zat gətirməmişlər. Dedim oğlum silahı əlinə almısan, dedim amma yox. Dedim Ümid silahı əlinə almalar deyir. Sən nətər anasan, dur bir boynunu qucaqla, üzündən öp 10 gün dedim o sizə qalmayıb. Uşağımı öpdüm də, görüşdüm də. Ancaq məni şey eləyirlər, elə bilirsən ki, uşağın başını tovaladarlar, uşağın boğazında qalıb çörək. Bir dənə qədər kövrəldi, dedi ki, mama, sən də bilirsən ki, o silah mənlik deyil. Dedim, əlin alma silahı. Bir dənə həyatda anana, atana güvənmə heç kimə. Bunun başını tovaladılar, gəh qız belədir, nişanlın belə, çək gətir, da çək gətir, göstər. Uşağa şey eləyirlər, yəni həyatdan küsüm, silahımla gülləyər. Mən də dedim, onun ona nə dəxli var ki, qız hardan getdi, hara getdi, nə gəldi, uşaqdır, nə var ki o uşaq? Nişanlısını buna qarşı şey eləyirlər ki, güya da sən istəmir, nə bilim, gedir ora bura, nəsə da. Belə sözlər. Mən də dedim, onun ona nə dəxli var? Siz nə darsınız? Mən uşağam dedim. Uşağı ondan sonra bir dənə Ümid mənə dedi ki, mama, mənə televizorda göstərəcəklər, yenə başa düşmədim. Sonra uşaq dedi ki, mama, özümü öldürəcəm, onsuz özümü öldürəcəm. Mən də dedim ki, Ümid, niyə özünü öldürürsən? Uzaq başı şeydir, qandaldı, bir il yatarsan. Bu da elə bilər ki, deyirəm, mən də elə bildim, deyirsən ki, silahdır da, yat bir il. Mən sənə görə şey dedim, ay oğlum, mən sənə silahı heç vaxt dedim ki, əlinə vurma, o silah sənlik deyil. Sonra xəbərlərdə axşam baxıram ki, nə boyda silahdır, nə qədər güllələr var. Ay Allahdan evladınız var, maşın getdiyi yerdə xırtırt olarsınız, Allahın, heç vaxt Allahın ədaləti təşimət. Bu saç sözünü kəsirəm. Bir də prokurorluqdan getmişdilər türməyə. Orada Ümid demişdi ki, mən o video çəkilişi, sizə də deyilmişdi da, video çəkilişi elə qəbul eləmişəm ki, mənim anamla, atamla məni hədələdilər ki, evinə ayın nəsə atacaq, anamla atanı ömürü suroka yollayacaq. Yəni qəbul elə. Belə bir söz deyil prokurorluğa Ümid öz dillərindən və izahat yazıb. Yəni sizə də xəbər verdim. Ümid mən bilirsən qızım, mənim yalanlaşım yoxdur. Mən Ümidlə danışmamışam, amma Ümid faktdır ki, Allah da şahiddir ki, mənim uşağım evdə otururdu, o silahdan xəbəri yoxdur. Prokurorluqda Ümidin ərizəsi var. Burada bütün bilirsən Nuray, bir dənə bax kimin yanına girdim, Allah haqqından. Çox xahiş edirəm, xanımın adını çəkməyin də Şəlalə xanım. Eşidirəm. Aha, buyur. Bax, inan ki, qapısından tutmuş, belə, bax, böyüyündən tutmuş, o birisinin yanına girdim, biri var, göy cavan oğlan, o da lap böyük vəzifəlidir, bilməm, neçə dənə unduzu var. Baxın, adı nədir, siz mənə onların adlarını verin də, çox xahiş edirəm sizdən. Adlarını bilmirəm da, indi məni çağırıblar şöbəyə, biri çağırıb məni,
Aha. Deyir ki, həmişə mənə deyirdi, Allah qardaşına rəhmət eləsin, belə məndən şirin-şirin danışırdı, bizə çay İndi bu gün mənə deyir ki, heç demədi ki, dedim, səhər qardaşımın qırxıdır. Nəsə gördüm, məndən belə bir cür danışır. Ay xanım, Dedim, onlar nə hamısı olub, bilirsiniz sən nə? O hamısı sizlə onların beləsinə yaxşı ünsiyyət qurmağınız, onun onlara yaxşı ünsiyyət qurmağının bir dənə çıxış yolu var. Yəni bir dənə bu yolu budur ki, sizi sadəcə olaraq yola gətirsinlər, açılmamış cinayəti həmən Ümidin boynuna qoysunlar. Başa düşdünüz? Həmən açılmamış cinayət, o sadəcə olaraq bilirsiniz necədir? O silahı kimdənsə və yaxud da hardasa tutublar, ya və yaxud da hansısa bir insanları, hansısa bir cavan gəncləri tora salmaqdan ötəri o silahlardan istifadə edir bu polislər. Ömrüm uzun olsun, bəli. Bəli. Bizim də indi adam var, Bakıda polis istəyib, dedi ki, bacı, uşağını yüzləyiblər. Dedi, əgər o silahla yatsa, çıxan kimi onu bir də yüzləyəcəklər. Çıxan kimi onu bir də yüzləyəcəklər. Mənim o xəstədir, vallahi o uşaq xəstə uşaqdır. Bir dənə gözüm ona demişəm, necə Allahdan qorxmursuz, ay vicdansızlar. Mən polisləri o qədər çox istəyirdim ki, onlar olmasa deyirəm, adamın evinə girərlər, yararlar. Amma insan bu qədər balasını öldürür ki, balam ölsün. Hamısı belə dedi orada. Müstəntiqindən tutmuş prokuror hamısı durub belə elə Şalə xanım elə danışırsan ki sən ümidə deyirəm silahı götürmə, ümidə əlinə dəymirsə silahı götürmə. Mən belə desən ancaq biri dedi ki dedim sələmi götürmüşəm, şey tutmuşam, nə vəkil tutmuşam. O ümid dedim amma kimdən götürmüsən? Bilir ki kiminiz var? Dedim ki adam var da ondan götürmüşəm. Adını çəkən belə fələnkəsi yığıb onu tanıyırlar o şey. Dedim nə dəxli var? Belə dilənmişəm. Filankəsin nə dəxli var bura? Quruzlamağa adam axtarırlar da. Cəmaat məbislik eləməyib ha. Dedim, bəs mən vəkil tutmuşam ki, səni müdafiə eləsin də ki, olmasa haqqını ki, sən vəkilsiz asıl sənə məhkəmə olubdur. Təm tək qalmışam, bir kəsim gəlmədi, bir kəsim. Mən bir anayam, Allah göydən baxıratan, mən də, bax, bu dünyada mənim qardaşım danışıb gülə-gülə öldü. Heç kim bilməsin ki, bu dünyada qalacaq. Haqq ədalət istəyirəm. Balamın üstünə silahı göz, axtarın, araşdırın. Vallahi, yenə deyirəm, o silahdan onun xəbəri yoxdur. Bu il yarımdır güya bu saxlayırmış, güya yerini dəyişirmiş. İndi həmən Orxana səs atıram. Mən səs atır ki, bacı, nərhat olmuyor, ona türmədə yaxşı baxacaqlar. Şəlalə xanım, Orxanın nömrəsini atında WhatsApp vasitəsilə zəng edirsiniz Orxana? Eləyirdim indi, mən səs atmadım. Mütləq Orxanın nömrəsini atında mənə çox xahiş edirəm sizlərdən. Mənim səslərim durur, öz səslərim pozub. Orxanın nömrəsini atında mənə çox xahiş edirəm sizdən. O polis yoxdur, onun nömrəsini at. Bir dənə nömrəsini atında mənə çox xahiş edirəm sizdən. Sizin vəzifəniz nədir? Bir söz deyim, dağırıram. Türmədə uşağıma nəsə eləməzlər ki, onlar yox, nabarot sizin beləcə çıxış eləməyiniz sizin uşağınızın sığorta olunmağıdır. Başa düşdünüz? Heç kim də heç nə eləyə bilməz. Zaten mən Orxanın özünə əlaqə saxlayacağam. Həmən Orxan sizin övladınızı necə həbs elətdiribsə, eləcəsinə də buraxmağı ondan tələb eləyəcəyik. Siz sadəcə olaraq həmən Orxanın bir dənə nömrəsini atın mənə. Zaten Orxanın indi bir dəqiqə öz şəklində, həyat yoldaşında şəklini, indi bir dəqiqəsində hal-hazırda atacaqlar mənə. Siz Orxanın bir dənə şəklini atın mənə, nömrəsini atın mənə. Sənə qurban olum. Qoy, onu mən indi hər atım. Kimin nömrəsini? Hələ mənim xanıma atın siz, xanım atsın mənə, problem yoxdur. Şərəf burada adını çəkməyin. Hə, adını çəkməyin, çox xahiş edirəm. Xanımın adını çəkməyin. Çəksinlər, mən birdən Allahdan qorxuram. Mənim həyatı bu özüm bağışlamıram. Mən gözüm baxa-baxa evladım əlimdən. Siz bir dənə Orxanın nömrəsini atın mənə, Şəlalə xanım. Başsa, indi mən buradan gərək çıxam da. Çıxın, eybi yox. Çıxmasaz da ata bilərsiniz. Yəni o çıxmağa adiyyəti yoxdur. Bura gəl. Ekranı yuxarı, ad çəkməyin, çox xahiş edirəm. Heç kimin adını çəkməyin. Yanınızda, ətrafınızda. Burada WhatsApp-a gir orada. Yox, sadəcə olaraq mən belə demək istəyərdim. Burada bir nəfər yazır ki, deyir, polisi elə çox istəyirdim ki, axırda da polis sizi elə çox istədi ki, özlərini yanında saxlayırlar. Bilirsiniz necədir? Ümumiyyətcə, hər bir ölkədə polisə güvən yaranır. Polis insanların hər bir şəraitdən onların qorunmasını təmin edən bir orqandır. Azərbaycanda isə polislər niyə beləncə şərəfsizlik edir, niyə beləncə
insanları şərləyərək, böhtən ataraq niyə həbs edir? Bax, mənə çox qaranlıq qalır bu. Niyə? Əgər həqiqətən də siz Azərbaycan xalqının qənimi... Orada söhbət eləyib. Sizlə danışmır. Azərbaycan xalqının, əgər siz həqiqətən də Azərbaycan xalqının qeydinə qalan bir orqan deyilsinizsə, sizdən çox xahiş edirəm, bu orqanı ümumiyyətcə, polis orqanını ümumiyyətcə bağlayın. Çünki polis orqanı ümumiyyətcə bağlayın ki, siz insanları qoruya bilmirsiniz, insanları müdafiə eləyə bilmirsiniz. Zaman-zaman gənclərimizi öz cibimizin, öz vəzifəmizin, öz rütbəmizin artmasından ötəri açılmamış cinayətləri tapmaqda çətinlik çəkib, başqa dinc sakinlərin üzərinə atmaqdan da beləsinə əl çəkmirsiniz. Yəni, bu mənim zənnimcə bu kişilik deyil, bu şərəfsizlikdir. Yəni, dünənləri 3 Azərbaycan polisi həlak olub, Azərbaycan xalqının 98% sevinir və corbacor deyir. Niyə sizə corbacor deyib adlandırsınlar, hə? Ay Allah. Yox, mən heç bir ölmüşə deyəmərəm, ölmüşəm. Yox, bilirsiniz necədir, Şərəf xanım, sizdən danışmıram. Mən, ümumiyyətcə, mən özüm baxıram platformaların hamısında ki, Azərbaycanda ümumiyyətcə polislərə qarşı nifrət hissi oyanıb. Yəni, heç bir ölkədə beləncəsindən polislərə qarşı nifrət hissi oyanmır. Niyə siz özünüzü insanlara qarşı düşmən kimi göstərirsiniz? Səbəb. Siz Azərbaycanı müdafiə eləməlisiniz, Azərbaycan xalqını müdafiə eləməlisiniz. Beləmi müdafiə edirlər? Belə müdafiə edirlər. Hansısa bir vətəndaş, din sakinləri siz üzərində silahmı, hansısa bir soyuq silahmı və yaxud da narkotiklə, nə bilim, hansısa bir fərqi yoxdur, hansısa bir maddələrlə həbs etməkdə. Mən sadəcə bu şeylərə gülürəm, valla. Atdınız Şəlalə xanım. Atdım. Bir dənə onu demək istəyirəm ki, bax, yenə deyirəm, o qədər onlara hörmətim var. Siz birincisi Qurana mən bilən and içir olar. Siz deməli bu qədər vəzifənizi, şəxsiyyətinizi dünya malına satırsınız. Bir cavanı siz məhv eləyirsiniz. Bir mənimki yox. Onu var parkda gördüm. Elə keçəndə eşitmədim. Dedim, ova çıxmısınız gənə. Cavanı ancaq parkda o başa mən adam var idi. Yəni pula görə gözləyirdim parkda gecə. Bunlarla, uşaqlarla. Gördüm ki, ancaq ki, buradan girib oradan çıxırlar qırajlarını paltarda. Ova çıxıblar ki, elə cavanları apara məhv eləyirlər. Axı onu analar yeməyib, içməyib, ona nə zulmla baxır. Az şəhidlərimiz ölüb. Allah rəhmət eləsin hamısına, qiriyyətdə olanlarımıza. Mən analar, bacılar qurban olsunlara. Cavanlarımız bəs deyil, o da bir gələcəyin saldatıdır. Bəlkə gedib bir yaxşı bir o qədər ürəkli oğlandır ki. Niyə məhv eləyirsiniz cavanlarımızı? Niyə görə məhv eləyirsiniz? Dünya malından örtü, nədən örtü? Orxanın familiyası nə idi? Familiyasını bilirsiniz onun soyadını? Yox, bilmirəm, ata, bilmirəm. Familiyasını bilmirəm. Zəng eləyəcəm. Şəlalə xanım, başqa nəsə sözünüz var? Heç nə demirəm. Rəbbim sizin kimi qiriyyətdə oğlanlarımıza Allah sizləri qorusun. İnşallah ki, haqq, ədalət öz yerini tapar. Haqq, ədalət Allahımın məhkəməsi çaşmaz. Mən ona buraxmışam. 5 namazlısan deyirəm, ay Allah. Sənin məhkəmən çaşmaz. Onların elə bəlasını ver. Özləri gəlsin, huzur istəsin ki, sənin bir ananı mənim ocağımı söndürüblər, işığımı söndürüblər. Mən çöllərdə o bacının, o qardaşın evində bir tikə çörək tapıram. O günə qoydular məni. Onu Allah götürməz. Rəbbimin qəzəbinə gələcəklər inşallah, rəl qulağınızdan. Hər kəsin evladı var. Necə başlarını yastığa qoyub bir ocağı söndürmək istəyirlər. Ona mən nə zulümlə baxmışam. Kim ki kimə istəyir, Allahın bin bir bəlasını versin. Heç demirəm ki. İnşallah. Mənə sataşan xeyir tapır. Allah İnşallah ki, heç də tapmaz. Haqq, ədalət öz yerini bular. Bəraət qazanar inşallah. Mən Orxana indi zəng eləyəcəm. Çox güman ki, götürməz telefonu. Amma yenə də zəng eləyəcəm. İndi yəqin ki, çatdıracaqlar mənim kim olduğumu 100%. İnşallah ki, özü zəng eləyər. Sonra eləməz, götürməz, sonra özü məcburiyyət qarşısında zəng eləyər. Problem yoxdur, yəni, onu da eləyər. İnşallah, Allahın izni. Şəda xanım, qoşulunuza görə çox sağ olun. Allah sizi var eləsin. Allah sizi inşallah ki, oğlunuza qovuştursun.
İnşallah ki haqq ədalət öz yerini tapar. Təbii ki Azərbaycanda qanun işləmir. Amma biz çalışacağıq ki bunu ictimailəşdirib daha da geniş bir şəkildə oğlumuza bəraət qazanmaqda bir yardımcımız toxunsun inşallah. Allah razı olsun atam. Var olasınız Şəhla xanım qoşulduğunuza görə. Allah sizi qorusun. İndi mən Orxana əlaqə yaradacağım. Allah. Var olasınız. İnşallah. Çox sağ olun Burası qoşulduğunuza çox görə. sağ Var olasınız. Sağ olun. Bilmirəm. İndi mən həmən Orxan polis, həmən Orxana mən zəng edim. Deməli belə üstə gəl 994 götürməyəcək amma yenə də eləyək, yoxlayaq, hə? Bəxtimizi yoxlayaq. 222 92 13 070 222 92 13 düzdür mü? 222 92 13 Orxan polis ham. Ölmürəm, mən belə işlər verim, mən beləsinə şeylər verim, polisə zəngiliyim, nə bilim ona zəngiliyim, buna zəngiliyim, öyrənək görək nə var, nə yox. Orxan, deyəm, baxaq. Orxan, nə belə şeylər, Orxan, aha. Aranıyor. Orxan aranıyor. Çalıyor yazmır da. Çalsaydı başka ama bu aranır. Orxan. Salam. Bir xətt yoxsa iki xətt? Bir xəttdir buna, bir xətt gedir. Bir xətt. Bircə xəttdir bunda. Niyə səndə bircə xəttdir? Adoşan. Buna bir xəttdir. Salam. Salam Orxan. Zəhmət olmasa məndən bir dənə əlaqə yaradardınız da. Niyə çalıyor yazıyor? Niyə aranıyor? Sən nədən çalmıyorsun? Bir bəyimiz var, ona da zəng eləyək. Ürəyi dolu bir qardaşımızdır. Zəng eləyək ona. Zəng eləyək. Bu sadəcə olaraq deyib ki, Elnur bəy, məni göstərin, mənim üçün heç bir fərqi yoxdur. Ona görə də göstərəcəyik. Ekranı dayanmadan beğenin, canlı yayımı paylaşın. Çox xahiş edirəm hər birinizdən, Azərbaycan vətəndaşları. Çox xahiş edirəm sizlərdən. Dəstəyinizə ehtiyacım var. Kanalımızı daha da genişləndirək, kanalımızı daha da yüksəldək ki, qoy insanlar yeganə adı olan siyasi medya kanalına abunə olsunlar. Azərbaycanda haqsızlıqlara uğrayan insanlar çıxış edən zaman daha da çox insan, həmən insanların necə əziyyət çəkdiyini, Azərbaycan polisləri və Azərbaycan məmurlarından necə işgəncələr gördüklərinin şahidi olsunlar. Sizlərdən çox xahiş edirəm mən. Çox xahiş edirəm. Ekranı dayanmadan beğenin. Dayanmadan ekranı beğenin, canlı yayımı paylaşın. Çox xahiş edirəm. Bir bəyəfəndiyə zəng eləyək, baxaq görək. Ağsaqqal salam, necəsiz? Hər vaxtınız xeyir olsun, günümüz uğurlu olsun inşallah. Deməli belə, mən sizi bir saniyə Ağsaqqal, bircə saniyə, Ağsaqqal, mən belə bir şey eləyəcəm ki, sizi görsünlər. Çünki mən şeydən qoşa bilmədim, üzürlü sayın. Belə edəcəm, mən, bax belə edəcəm, bir saniyə, sizi buradan görəcək hər bir kəs, bax buradan sizi görəcək, belə eləyəcəm, sizi hər kəs görsün. Sizi sadəcə olaraq burada hər bir kəs izləyir, yaxşı mı? Bəy, necəsiz, vəziyyətiniz, işiniz, gücünüz? Kimsə şeydə tikinti ilə məşğulam. Buyurun, bizə nə müraciətiniz var? Müraciətinizi eləyə bilərsiniz. Buyurun. Müraciətim budur ki, bilirsiniz,
polisin, prokurorluğun, polis prokurorluğu her şey adı altında. Kasıpların kanı, hayatı, canı, ne bileyim ve hatta problemleri, hatta bazılarının ne bileyim namusundan kurduğu biznes. Aha. Problem bu. Aha. Budur. Bunun da başında duran aydın mesele şey kimlerdi? Kamran Əliyevlə vilayeti bazı. Çünkü İblər şikayetler getirir. İblər ne bileyim sosyal, siyasi medyalar diyendeki ümumiyyətlə sosyal şəbəkələrdə. Aha. İblər müraciətlər olur. İblər faktları deyirlər. Əhəmiyyət verilmir. Əksinə kasıblar yenə əzilir. Burada Azərbaycan milletindən başa düşürə bilmirəm ki, nəyə görə? Humanistik bilirsiniz bəy nəyə deyirlər? Humanistik ona deyirlər ki, yəni hüquq bərabərliyi, eyni ayrı seçkili salmayan. Bəli. Bu günləri Azərbaycanda yəni ermənilərlə, hüquqlarla Azərbaycanlıların bir götürəndə. Bu bilirsiniz başa düşmək olmur ki, burada bu Ermənistandır bura, yoxsa Azərbaycandır. Bəli. Qaldı ki, elə onun kimi də mənim özümə də dəfələrlə haqsızlıqlar olub. Məni məcbur ediblər aksiyalara, ora-bura, adını da Bərkağda, bu günlərdə o Azərbaycan deyil, irəlidə gedir. İrəlidə gedənlərin də biri elə maşallah, o iş verənlərdir. Bir şeydə olanda yığırlar, iş verənlər, durğuzurlar, həm cürbəcür izahatlar alırlar. Haqsız, Allahsız, haqsız adlar qoyurlar. Bəli. Bilirsiniz? Sonra bundan da əlavə eləcək üçün bir şey demək istəyirəm. O günləri mən 54 yaşım demək olar var, 54 yaşa az qalıb. Mən o Maçdağa kəndindən keçib dənizə tərəf getdim. Birinci dəfə idi mən onun Ardalan yolunu qırağı keçirəm. Aha. Mən baxıram, Xankəndidə, Bakıda, Gəncədə bir-bilə ermənilər yaşayır. Ermənilərə qoyulmayan post, gidib Azərbaycan millətinə post qoyulub. Yaxşı, bu uşaqlar, böyüklər oynadırsın, bu uşaqlar, baxı bu polisə nətər nifrət oyadırsınız, polisə qarşı, nə oyad? Bunu hamısını özləri ilə, nə qədər? Bəli. Bax, İlham Əliyev deyir ki, mən polisə, belə deyək də, dəstəgəm, nəyəm? Dəstək olur, aydın məsələdə polisin vəzifə borcu ictimai asayilik, həmçinin vətəndaşında və həmçinin çapaçısında hüquqları müdafiə eləmək. Amma bu günləri polis millətə əzir. Nəyə görə? Söhbət o demək deyil, durub kimsə miting eləyəndə aksiya, tək söhbət onun üstünə atılmır. Polisin vəzifə borcu odur ki, xalqın içində gəlsin, xalqın problemi nə problemimiz var, sizə kim haqsızlıq edir, kimlər tərəfinə. Bağlı bir şey götürəm, Saatlı rayonunda yad uzatdı, o bir neçə el bununla qabaq güllələdilər su içində. Bəli. Bax, polis atırdılar İranın erməni üstünə, hansı ki, Saatlıda nə İranlı yaşamırdı, nə erməni yaşamırdı. Polis gedib hardasa bir 5 metr aralı, dəfələrlə çəkiliş gətirdilər, şikayət edirlər, gedib bir 5 metr aralıda, baxıb o sunucuları ki, qabağı vurulub, o əcdahalar ki, suyun qabağını kəsmişdir. Onu ən aşağısı kəsərdi, çəkərdi. Göndərədilər nazirliyə, nazirlik də göndərərdi prezident aparatına. Gəl ki, bu cəmaat bu qalxmaq üzrə, bu millət qırılır. Bəs bu millətin qaydına qalmaq lazımdır. Bəs sərləri qırılanda bizim məcbur eləyək ki, getkilə xalqa qarşı qal. Bu da bəs bizi millətin gözündə bilirsiniz, nifrət oyanır o. Bəs polisə başqa planetdən gəlmir. Polisə bir vətəndaş, bir millətin evladıdır. Polis elə olmalıdır ki, bilirsiniz, hüquq bərabərliyi məsəl üçün tanınmalıdır. Yenə deyirəm, millətin içində olub, millətin nə problemi var? Dəfələrlə bu su üstündə də çəkiliş gətirdilər, şikayətlər edilər, baxmadı. Axır məcbur oldu, aksiya əl atdılar, güllələdilər. Gedib Avropa Şurasına deyirlər ki, Azərbaycanda güllələmək yoxdur. Avropa Şurasına görürdür hər şeyi. Güllələməklə məhkəməsi güllələmir. Bunu elə eləyir ki, bu millət eləməzlər. Mənim özümə qarşı o qədər haqsızlıqlar olub. Ağzımı açıram, məcbur oluram, əsəbləşirəm, çıxıram, nəyəsə danışıram, atırlar siyasətin. Deyirəm, ki, gedin orasını görüm, mən hansı siyasətin, hansı partiyanın üstüyəm. Mən siyasət lazımdır, mən fəhli adamam deyir. Mən bu günləri, nəyin ki, mən körpə-körpə uşaqlara baxırsan, onların bilirsiniz, bu işsiz havada yatan vaxtı gedib, məcbur oldular, gedib nə bir fəhliyyətçilik edir, işdən zibil yığılır, salafan yığırlar, nə yığırlar. Bəs yaxşı, bunu bir şey deyim. Polis o yaduzu Xankəndinə köçüb gedən, çıxıb gedən ermənilərin uşaqlarına şey bağlayır, nə bilim, şirniyyətsat bağlayır. Yaxşı, o zibillikdə yığan deyilin ikisində bir saxladı, onlar desin, polisləri gətirdim, bir dənə konfet məsələsində, bir dənə peçeni aldı verdi. Bu milləti də bunu eləyim də. Heç nə yox, bu, belə deyək, Azərbaycanda yaşayan ermənilərin o evində saxladığı it var, onun qədər bu millətə hüquq qoyulmur. Baş açmaq olmur ki, burada böyle Ermənistandır, yoxsa Azərbaycan. Bəli. Gedib dərdi kimə deyəsən, bugün prokurorluq deyirlər, prokurorluq demək olar ki, baxırsan elə bir sönüb, onlardan elə bir salahiyyət alınıb. Hara gedib şikayət, sonuncu peçatı vuran polis olur.
Yenə də polis. Bəs yaxşı, polis də bu günləri açıq-açıq. Bax, biz dedik. Deyir, gətir pulu ver, imkanların uşağına baxırsan, yaşı çatmayan, ondan sonra boy çıxmır, altını döşəkçəni 4 qat ilə boyub, baxalım maşınlarda avtobusluq edir. Polis düşüb kəlli görüşür. Nə gözləyirsən polis? Gözləyirsən kimsə uşağın vursun, 1-20-30 min alasan. Özdə kiminsə elə bir uşağın vurub öldürəndə və yaxud kiminsə belə ölüm hadisəsinə nəsə bir ağır xəsarət edəndə gəlir görüş şikayət eləmir. Bir müddətə qədər ondan izahat, o zərər çəkər tərəfdən izahat alana qədər onu bilirsiniz elə bir tanıyır ki, şəhid ailəsi kimi belə tanıyır. Bir müddətə qədər. Çünki burada xeyir görür. Yəni şikayət məsələsi yerimizin biz burada xeyir tutaq. Bəli. Xeyrimiz o. Bəs yaxşı, biz bu millət dərdin kimə desin, hara desin. Bir sözdə var ki, kimin xoş çəkimizə çıxsın, geçsin, hara gedək. Bu boyda sərvət olan devlət, mən gedib kimin Avropa ölkələrin hansının küçəsində yatmalıyam. Bəli. Adama nə? Azərbaycan tək bu hakimiyyətin deyil. Azərbaycan, əgər mən Azərbaycanda yaşayıramsa, mənim şəxsi vəsiqəm varsa, demək ki, Azərbaycanda hər bir neftdən gəlir beləcinə bütün insanlar arasında ədalətli şəkildə bölünməlidir. Amma bilirsiniz ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev çıxışların birində deyib ki, Azərbaycanda neftdən gəlir ədalətli şəkildə bölünür. Və bu barəsində nə deyə bilərsiniz? Bu həqiqətdirmi, yoxsa yox? Hətta indi sizə adi bir söz deyim. Mən bu günləri ehtiyaclıqdan altından mən 15 yaşında uşağım 40 dərəcə şeyin altında, istinin altında gidib fəhləçilik edir. Bəli. Uşaqlara baxıyoruz, hamısı göz qabağında çəkirlər, gidib bizi bir leşkindən salavan yığır. Bəli. Bu yəqin həqiqət bu olar da. Həqiqət nə olur, nə deyirlər ki? Nə o, nə hardan çatır, istəmirik, yaxşı Allah adına istəmirik, heç olmazsa bizim hüquqlarımızı tapdalamasınlar. Bəli. Bu millətə yenə deyirəm, o bilirsiniz o ermənilərlə hüquq bərabərliğini eyni qoysun, heç başqalarına yox. Bəli, məsələn, ermənilərdə uşaq pulu 200 dollardır da, 350 manatdır. Veteranlara 700 manat pul verirlər ermənilərdə. Amma Azərbaycan neft-qaz ölkəsi olaraq Azərbaycanda heç bir vətəndaşa uşaq pulu vermirlər və 18 yaşına çatanda həmən vətəndaşı deyirlər ki, sənin Azərbaycan Respublikasına, vətəninə borcun var, get öz borcunu ödə. Deyəndə ki, mənim balamı 18 yaşına kimi olsun, bir qəpiyi sənə belə xeyrin dəyməyib, sırazı hansısa bir fərarlı ilə həbs iddihamlarla şantaj edirlər. Bəli. Qaydı burası sizə deyim. Bəli, buyurun. Adi bu götürün müharibədən qabaq. Bəli. Neçə il qabaq. Uşaqların çıxardırdı ki, deyirdi ki, ay Prezident İlham Əliyev, bəs bunu sərrələ aparacaqsa, bunu vətən üçün böyüdürəm. Heç kimi əhəmiyyət vermirdi. Bu uşağım acından görür. Müharibədə gördün, yenə apardılar. Müharibədən də sonra gördünüz şəhid olan var, qazi olan var. Gördünüz onların ev şəraiti. Bəli. Göstərirlərdə fikirlər, nə cür ev şəraitləri, nə cür şəraitdə yaşayıblar bunlar. Bəli. Heç olmasa yenə deyirəm, bu uşaq pulu mənə dursun, yenə dursun, bir az da olsa, hüquq bilirsiniz, yenə deyirəm. Başqa heç milləti demirəm, Azərbaycanda yaşayan. O günləri bax bir şey, mən baxdım bu YouTube'da. O Sevinç Telman qızı var, o Natalya adlı bloger erməni qız var. Sevinç da deyir ki, buna Türkiye ilə yapsın ki, Köçəriyarla deyir şeyini, Sarkisyan deyib tutub verəcəklər. Güya indi Xocalı qatildə, belə. Bəli. O qədər dedi, qız axırda dedi ki, Köçəriyarla Sarkisyanın qızları dedi, Azərbaycanlarda ərdədir. 10 dənə yaşadığı ünvanı mədiyyər. Bəli. O buradan sığınacaqda istəmişdi. Baxın o buradan sığınacaqda istəmişdi. Ona bilirsiniz vermədilər. Nəyə görə? O burada durub gəlsə nə açıb sandığı tökəcək pambığı başa tutub danışacaq. Onu nə həbs edə bilməyəcəklər, nə də ki öldürə bilməyəcəklər. O aydın məsələdir. Ermənistanda olsan yenə də ağzı yumarlar. Ona görə qalacaq söhbət var burada. Bir tərəfdən, qardaş buna nətər inanaq, inanmayaq. Keçdi o Hafiz Hacılı deyir ki, Ramiz Mehdiyev, Razmer Marqaryandır, onun əsladır. Buna indi nətər inanaq, inanmayaq. Bəli. Onda bəs yaxşı, bu ölkənin bizim onda belə çıxır kimi, biz ermənilərin göstərişinə yaşayırıq. Biz ermənilərin göstərişinə yaşayırıq. Yenə deyirəm, bizim heç olmasa bu hüquq, yenə deyirəm, humanistik buna deyirlər ki, hüquq bərabərliyi, yəni ayrı seçkili qoyulması. Burada Azərbaycanın necə baxılırsa, Erməniyə də elə baxılsın. Yox,
Azərbaycanı burada əzib, erməni burada milyonçu yaşadırsa da, burada gedib Avropa Şurasında Xocalı soyqırımı, nə bilim, vandalizm, hansından söhbət ola bilər. Nə üzünə, bu ən aşağısı üzünə də deməsələr, burada kəşfiyyatları yəqin onlar da gedib çatdırır. Deyirəm, bunlar bu hansı şeydə Xocalı şeydən danışır. Yəni, ölkə rəhbərləri nə danışır? Yəni, Prezident İlham Əliyevdən, o birisindən belə. Bunlar ən aşağısı dalgada deyir ki, bu hansı şeydə öz millətin, Azərbaycan millətin əzir, ermənilərin milyonçuludur, gəlib burada şey danışırlar ki, Xocalı soyqırımı, nə bilim, erməni vandalizmi. Yani onların uşaqlarına verdiğiniz kıymeti bizim uşaqlarımıza da verir. Onlara verdiğiniz kıymeti uğurduğunuz gibi. Vallahi gittiler Ermeniye burada şille buraya görsen ne güne koyurlar. Bəli. Görsen ne güne koyurlar. Fakta eğitlediler de yatızları da idmansı biri şille burada aeroportlar. Bəli. Hepsi ilediler. Bize de verdi, hukukundan Ermeniye verdiğinizden bize de verdi. Şimdi vaktiyle özleri yaydın narkotik, faktiller, patikiller ne diye. Ben onunla danışacağım. Ay başbakanım, millet o güne düşmüş ki hiç en aşağısına götüren 300 bin adam istifade ediyordu onu. 300 bin. Bəli. Bunun her bir gramlı güne 300 kilogram demek. 300 kilo demek. Bu harda zavodu hardan getirir. Yaxşı, İrandan keçirdirsə onda belə çıxıb ki, niyə görə bu Azərbaycan hər sənət qulağına nəfə gəlir. Ben boş yolda bir yaxşı, evimizi qulağımızın dibine nəyə yataq ki? İstediği vaxt terrorisa keçə bilər, Bersanta keçə bilər. Niyə görə Azərbaycan hərbçinin adına zərki gətirir? Sərhəb qoyur. Demək özləri hansısa yoldan keçirdir. İndi bu vaxtıyla 30 il, ben de bugün fikirlər satanı tutup çırpılar ki, bunu sən hardan alırsan? Səndən hardan alırsan? Keçid güyüzlər. Kemalettin Heydarovun Məşdağa kəndindəki plantasiyasından alıb. Kemalettindən alıb. Bu dəqiqə qardaş elə deyir, bu dəqiqə biliyorsun nədir? Gedib polislə, bu dəqiqənin üzü elə şeylərin, açığı deyirəm, hamısının başında duran mal-qara oğurluğudur. Bax, birinin adi bir söz deyil, saatlar önündə bir müddət xırdabaş oyun oğurluğu baş verdi, baş aldı getdi. Hətta birinci Qarabağ qazisində bu oyunu oğurlamışlar, neçə başqa oyunları. Şəhətdən qırğından sonra çoxunu da vermədilər, nə bilmə, yarısı verdilər, yarısı vermədilər. Bir harayla, bir küləklə gəldilər, asaldıq kəsədir. Sonra baxsan ki, bunun başında duran polis. Buna sponsorluq edən, krişalıq edən polis. Bunun hamısı bilirsiniz necədir? Bunun o qədər polisin sayını artırıblar. Məcburdular ki, geçsinlər, nə bilmə, getdir, öldür, Azərbaycanını öldür, az, kəz, nə bilmə, haqqında algına, nə bilmə, heymalı qarasını uğraqını gətir haqq etmir. Görürsünüz ki, baxıb görürsünüz ki, məsəl üçün, reis oturub, cəmatı səpəliyib, biri Toçkaya, biri nə bilmə, tikinti bir balaca tikinti tikir. Polisə kim o səlahiyyət verir, bir tikintidən haqq istəyir. Sən burada tikinti tikirsən. Bunu bilirsiniz ki, bunun axırı kökü arası gedib çıxır da. Orada yuxarıdan oradan tələb edirlər, o ondan haqqalır, bu bundan haqqalır. Bu da sağlık polisi, şu bu polisə nə 700 manat maaş verir, onda 50 manatı nəyə tuturlar? 650 manatı düşüb, o Maxaçqala qaraqçıları kimi diləndirirlər. O da bilirsiniz nədir? Vallahi alın olsun, Azərbaycanda iş olar. Mən sizə deyərəm ki, 50%'dan çox o polis işdən imtina edir, o serjantlardan söhbət edir. Mən onları görmüşəm içində. Bax o, Xankəndi söhbətində mən Laçında oldum. Onlar qayanın dalında nə cür bir yapmaqda durub, nədir 700 manat maaş verirsən. Sən nədir bu 700 manat maaş verir, bu xalqın gözünə niyə görə onu nifrət oyadırsan? O da bu vətənin, bu millətin oğludur. Niyə görə bu işsizlikdən əlatsız qalıb gedib bu işləyir? Bunu niyə belirlirsən? Söhbət bilirsiniz, bunun o yuxarıda oturanlardan bunu tələb edib, bunu o yollara salırlar. Düz içində də gərək bir insanın hansı sahədə olursa olsun, onda milliyyətçilik, onda bir nə bilim insan qanunu, insaniyyətlik olmalıdır ki, mənə görürlər ki, get mən öz millətimi vur, öldür gilən, az, kəs gilən, mən onu eləməli deyirəm ki. Baxıram ki, mənim millətimi burada əzirlər, mən millətimi haqsızlıq edirlər, mən millətimin haqqını kəsirlər, nə bilim suyun kəsirlər. Ne bileyim bu millet uşaq pulu görmür, kompensasiya görmür, sosyal yardım görmür. Şimdi onunla da danışacağım sosyal yardıma. Və heç olmasa bilirsiniz, heç olmasa bizdə az da olsa buna millətə tərəf çıxaq demirəm. Gedib miting eləsə eyb yoxdur. Deyirsiniz belə miting eləsə ki, nə bileyim İlham Əliyev çıxsın, o gəlsin, eyb yoxdur. Yaxşı, sizlə razı. Razı cəhətdə ki, sizin yana göstərdiyiniz şeylə. Qaldı ki, bəs sizin belə ki, niyə görə cəmatı bazar ediyorsun ki, gedir susuzluqdan, gedir aksiya edir. Ne bileyim ki, mənim özüm dəfələrlə 2000-in
2016'nın deməli dekabrın 26, 27, 28 and olsun Allah Saatlı rayon polis şöbəsində işin vaxtı 3 gün aclıq edib yatmışam. Nədir? Saxta sənədlə bağlı. Fuad Məmmədoğlu da qaçdı getdiyini deyilmişdi. Rəis müavini Cəbrayıl Vəliyevin vaxtı idi. Cəbrayıl Vəliyev məzuniyyəti idi bu. Deməli Əvəzağal adlı bir baş müstəntiq işi aparıb, yığıb, nə bilim, oradan buradan sənədləri gedib, hamısı topalıb, bir kəlmə sonunda sözə görə pul alıb bu söhbəti bağlayıb. 3 gün aclıq elədim, çağırıb demir ki, bu sənədi getir bura. Görün bu nədir, bu puldan ötürü sən bu qədər ola bilməz ki, bu kəlmə söz yazmıyordu, göndərdim məhkəməyə, qoydum məhkəmə baxaydı, məhkəmə təsdiq edildi. 3 gün mən aclıq elədim, mən əhəmiyyət verən olmam. Sonra gittim o başbuğun Saatlı prokurorun karşısında yığırlar bir tane okula biz adı verip kendini o da kaçtı getirmiş diye. Nem hardan gelmişti. Bir potulka arabada satılır. Bir potulka al kaç bütün günü ancak bütün günü işi günü içki sıvışı ne bileyim getirdim toskalardan almaza diye aparmaza değişirdi. 3 gün ondan almayacak 5 kuruk aralar. Beni bunun 5'in içine diyesen hara diyesen. Üstünde deyildi cüzbedir atlar. O yeni çıkıp getirdiler, çıkarttılar nedir? Fevral ayı əsəbləşib daxili işlə naziri mən sözümlə oldu. Sen gidip demeyeceğim ki budur. Polis için uşaq qatili, polise destek olan prezidente ses vermiyor. Daxili işlə naziri ne demeyeceğim bu sözü. Bəli. Sözü mənim öbürdə çöp, nə qalib, neyini, belə bir əl qolda atıb neyini. Sizi təhqir eləyib polis? Ha? Sizi polis təhqir eləyib? Orada Brusal'ın dozunu indi təzə gəlib bir rəis. Bəli. Bəli, mən bunu dəfələrlə deyirəm. Deyirəm, Azərbaycan polisləri vətəndaşları hansısa bir iddiamlarla bölməyə aparıb onları orada təhqir edirlər. Mən bunu hər kəsə deyirəm. Bəli, and olsun Allah'a bilirsiniz. Özləri elə bir şərait yaradır ki, heç olmasa bəlkə mənə bir cavab qaytara, ya mənə əl qol ata. Bilirsiniz, sizdən də cinayət axtarırlar. Nəsə bir cinayət axtarırlar ki, səni həbs eləməyə görə. Sizə hədə qorxu gəlmədilər ki, sizə hədə qorxu gəlmədilər ki, sizə hansı iddiamlarla həbs edərik? Hədə qorxu nədir? İndi gör nə orada səs-küy, qıyamat qopsa, biri təpik sıxır, biri nə bilim nə edir. Görün nə vəziyyət alırsa, təzə gəlib oturub, rəis o yüzden eşir, orada nə səs-küydür. Bir demir, o vətəndaşı gətirin, bura vətəndaş, nə danışmışsan, nə eləmişsən? Özə diski götürüb gəliblər, şəxsən Cənab Nazir bunu deyib, nəzarətə götürüb. Cənab Nazir nəzarətə götürmüşü göndərildi təzə müstəntiqə, nə bilim, tədqiqatçı arasında, mən icadında yazıyordum, mən dediyim sözlə şərait yaradır, Elbrus Salmanov sahə, nədir? Sahə rəisi də belə deyək. Rəis müavini Fuad Məmmədov də tədqiqatı rəisi qərib adlı şəxs. Bu üç nəfər şərait yaradır. Polis özü şərait yaradır. Ayrıca polis sənin əlində qanun, sənin əlində. Mən baş açmaq olmur bu günləri Molla əlində quran Allahdan qorxmur. Polis əlində, polis prokuror əlində cinayət məsələsi qanuna qorxmur. Bunu nə başa düşər, neysə başa düşmək olur. Bəli. Ondan əlavə, bir dəfə Cəbrayıl Vəliyevin vaxtında 2012-ci ildə gəlmişəm, neysə birisi qardaş arasında olan münaqişədən hepsinde ben haksızlık oldu o da. Neyse keçtim. Dedim kardeşim hepsi olması neyle? Kardeşim ben elip buyur. Sıkmışam məhdudiyyət qoydudur. Məhkəməyə tapşırıb verib Cəbrayıl Vəliyev ki ondan muro vaxt etdim. O elə Həsənovun qaynı. Sonra Vəliyevən qardaş. Tapşırıb verib bir şeylə məhdudiyyəti götürmür. Təzədən də mənə eşitdiyimə görə nəsə bir şey açdırıblar, məhdudiyyət qoydular. İndi baxın. Rəis məhdudiyyət qoyub. Müstəntiqlər deyir ki, hər gündə birinin əhləri var, gəl deyir bizlə söhbət edəcək, məhdudiyyəti götürək. Gələn mülkiyə zəng vuram ki, bəs məndən pul tələb edirlər belə. Çağır mən deyir ki, mən sənə pul tələb edirəm. Mən sənə pul istəyirəm, Cəbrayıl Vəliyev dedi. Deyirəm, ay siz məhdudiyyəti sən tapşırıb verirsən. Müstəntiqi də gəlib pul istəyir mənə. Bunu nətər başa düşək? Düşdüm şikayətə dedim, sizə kim o səlahiyyət verib ki, münaqişəli adamın əlaqəsini kəsirsiniz, 30'unu süzdülər ki, bu ikisini savaşdırır, biz burada harca qazanacaq deyik. Bunun üstüne mən dolanışım bunun siyadandı. Dağıstanda işləyirdim oraya, çıxım gedim oraya. 5 il mənə sərhəd məhdudiyyəti qoydu, dilənçi vəziyyətinə saldı. Şikayətlərim də sonu. Prezident aparatı hara gəldi? Gəldilər nə bilər? Sıracətli Zaparovun vaxtıydı. Prezident aparatından biri gəlib nümayəndə şikayətçiləri qəbul edir. And olsun Allah, bunlar o gənclər mərkəzində olana qədər məni çağırdılar içəri. Görünür, Saatlı rayon hüquq şöbəsinin müdürü. Hüquq sahibi müdafiədir. Çağırdılar məni, sonra başçının müavini nə boyduydu? Boyu. Başçılar başladı, çırptılar məni içərdə. Mühafizə polisinin paqonu sırdılar, paqonu düymədi. Çək, telefona çək. Ağzımın qanı axaqa həbs elədilər 20 sutka. Tez götürdülər ki, bu sözünü deyə bilməz.
Bilirsiniz, esasen de bir şey de demek istedim ki yeri gelmiş ya. Bu saatte anı var. Bəli. Bilirsiniz, təlim merkezi demək olar. Sen grabatçısı olsun, ister ne bileyim, polis reisi olsun, ister prokuror. Ya mektebi kutaran, ne bileyim, aşağı reis muhabirler zaten isteyen, getir reis koyacaklar, get servisleyip sonra gönderen başkalarına. Ya da kutanlık, kavga elden bir iki yıl pensiye kaldı, diğer eski günün geçtilen o diskette var. Bu saatte öyle bir bakımsız vaziyettedir. Olsun elə bu günləri Elmir Baxırovda danışan icra başçısı. Ucağından qohumu yaşadığım qeydiyyatda olduğum Sultanabad Satıran, Sultanabad kənd icra nümayəndəsi Səyyub. Ucağından qohumudur. Səyyub filan iş mənlik istiyor, o iş dinən mənlik istiyor, münaqişəsi istiyor. Və sən nəyə siniflər? Neyinir 44 günün müharibədə yığıb 40 dəyə qədər boğaza, kılın yığıb, çox uşaqlardan alıb o. Ondan sonra sosyal yardım on tarafa axır. Ondan sonra imkansız ailelere indiyə gün bahçe ora koymakta. Bahçeyle gidip kırçazına bahçe neyiniz? Gidip sözüne bahçeye deyirsen, telefonla zengiledim, zabukta işledim, lasını zabukta. Zengiledim başladım biraz hede korkum, fason dalış. Memlete gidip derdim ben buna değil. O aydın mesela bir o sırada derdimin vaktindeki mi şerleyecek. Ne içimizde bu hadisesinden korkumdan bakonu yok. Şerleyip tuttular, hapçılar. Böyle bir bilirsiniz. Sağlıklı öldüğüm niyetle vəziyyət tam başqa. Gələndə ancaq bütün pul yığmalı. Bəy, belə bir şey deyim sizə, siz Saatlı rayonunda qalırsınız, düzdürmü? Bəli, Sultanabad kəndi. Saatlı rayonunun ümumiyyətcə polis bölməsi necə insanları necə rəftar eləyir? Mən dedim də, rəftarı falan o dilləmədə gördünüz. Eləmi ki qaydadır. Pis rəftar eləyir, elə mi? Rəftar nə, polis bilirdi, nə Saatlı rayonu, nə başqa rayon. Polis hər yerdə, adi səb söz deyim. Qarabağ müharibəsində qalmışlar da. Bir dənə girib Xankənddə zaten erməni qadına bir şillə vursaydı, belə hərbçilər, nə bilmə, belə deyək də, laf xüsusi təyinat. Ona cinayət açmışlar. Açardılar da düzgün. Bəs yaxşı o Gədəbəyə tuzağa getmək, Gədəbəydə o qadını yıxıb sürüyor, şəhədə. Anası yıxıb sürüyor. Şəhid anasını yıxdılar, sürdülər. Bəy, üzr istəyirəm. Şəhid anasının üzünə qarşı var yoxunu söydülər və təhqir elədilər. Sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyev çıxdı, dedi ki, polislərə daş attığınıza görə polislər də sizə eləcəsini eləyib. Görürsünüz, yine bəraət polisi o. Bəli. Bəy, mən sizə bir söz deyim. Fikir verirsiniz siz. Mən sizə bir söz deyim. Fikir verirsiniz. Bax, dünənləri səhər yaxınlarında 3 dənə polisimizi bir vətəndaş qətlə yetirib. Siz komentarlərin hamısında fikir vermişsiniz. Heç bir insan, %98% insan həmən polislərin coruna söyür. Bir yaxşı oldu, öldü. Heç bir insan həmən polisləri tərifləmir. Heç bir. Yəni %98% insan. Bəs qardaş, mən onu deyirəm ki, o günləri 54 yaşında o Maçtağadan gəlib şey tərəfə geçdim. Dedim o buraxarını dedilər ki, nardalar. Mən 54 ildə bir dəfə oraya gəldim. Bax, bölgələr ona düşdü. Uşaqlar, polislər bilirsiniz. Polis onlar da cəmaatın içində, indi Nardalanda onunla haqq hesablar olmuşdu, nə vardı. Onlar cəmaatın içində, ay cəmaat, nə problemimiz var, bay gəlin deyil. Uşağı görərdi, uşağa bir dənə konfet alar verər, məsələsində. Deyər ki, polis dayı, polis əli. Yaxşı, onu qoymuşuz əli silahlı. O uşaq ondan bilirsiniz, insanlarda nifrət oyadırsınız. Polisə qarşı nifrət. Nardaran hələ də polis nəzarəti altındadır, elədir? O gündən deyirəm, belə bir neçə gün bundan qabaqdım söhbətim. Siz bu uşaq hələ böyük olur, bizim uşağa qarşı bilirsiniz, nifrət oyadır. Ola bilməz ki, polis yenə deyəmi, o heç mitinglərdə oraya qoymuşsunuz, öz problemimizdə. Amma qaldı ki, sizin belə insanların adi başqa problemlərinə bağlı polisi elə vəziyyətə gəlib çıxartırsınız ki, polisə qarşı nifrət var. Nardaran kəndinə girməkdən ötəri mütləq şəxsi vəsiqəsini yoxlayırlar yenə də. Valla postlar, mən girməmişəm oraya, evdə postlar varsa evdə yoxlayırlar. Mən yəni getmişəm orada, Allahşükür Paşazadənin evinə getmişdim, içəri girmişdim və oradan sonra mən getdim Nardarana və məni buraxmadılar. Dedilər ki, Nardaran qeydiyyatında olmadığın üçün səni bura buraxa bilmərik. Buyurun. Məni buraxmamışlar, yəni dəfələrlə getmişəm, yəni buraxmayıblar, polislər məni buraxmayıb həddən. Yəni sonra bir Nardaran bir vətəndaşı sağ olsun, məni içəri keçirmək istədi.
Başqa, çünki orada 2 dənə deyəsən post var. Bilmirəm, əvvəl 3 dənə idi post. Girişlərdə postlar var idi. Sonra mənə başqa bir yöntemlə keçmək istədi. Orada da 06 idi. 06-ın içində oturmuşdum. Orada da mənim şəxsi vəsiqəmə baxdım. Mən Yasamal rayonunda propiska olduğuma görə, mən çünki şəhər şeyəm də, həmən Yasamal rayonunda propiska olduğuma görə mənə dedi ki, siz bura gələ bilməsiniz. Belə bir şey qoymadılar səhəri. Baxın, Azərbaycan, mən deyirəm, Azərbaycanı mühasirəyə alıblar. Bizdə özlərində kölə olaraq görürlər. Valla, Azərbaycan hakimiyyəti budur bu günləri. Vallahi indi mən bu millətə də sözümü demək istəyirəm. Quran haqqı Allahın dostu baxırsan, elə bil bu millət vallahi köləliyə vərdiş verir. Bəli. Vallahi köləliyə vərdiş verir. Cəlladına aşiq olmuş xalqdır. Demirəm, qalxdılar, nə bilim, deyilən İlham Əliyev çıxsın, ya kim gəlsin, mən demirəm. Amma heç olmasa, bu hər bir tərəfdə bir hayaracılığı, bu prezidentinə, nə bilim, baş nazirliyə heç şey, yəni, yenə də sözü heç olmasa, bax, elə bu, məndə, indi azdan çoxdan bilirlər ki, Mehriban Əliyev var, əslində şu anın deməmirlər. Hələ bilinmir dəqiq. Ora balası. Baxırsan, görsən, öz yerlərin... Dəqiq bilinmir. Cəmaatın içində yaşamalısan, ora gəlsə, o cəmaatı yıxsa, bir qadınlarla oturub bir yerdə və beynəlxalq təşkilatlar gəlib o əndən baxır, nə bilim, və yaxud uşaqlar da götürsün, bu Azərbaycan uşaqların öhdəliyinə desin ki, bunun hüquq söhbəti mənlikdir. Kimə umud edir, olur ki, Səbinə Əliyev var. Səbinə Əliyev özü gördüsünü, gedib onların o ailəsindən danışdırır, nə bu tutulan ermənilər, çox uzaqlıq edir, nə qarıblar ki. Amma Türkiyədə görürlər, nə bilim, haqsız yerə tutulanlar var, görürlər, həbs olunanlar var. Görürlər, əyillər, o şəraitlərə gedib yoxlayar. Bəy, mənə bilirsin nədir maraqlı gələn? Bu Nardıranı niyə blokadaya alıblar elənçinə? Yəni, orada postlar qurublar və içəri girməyini, yəni... Onu mən nə bilim, mənə elə belə təəccüb gəlir ki, burada nə var ki? Olacaq ki, mən belə kənardan gördüm, indi içərisi mən bilmirəm nə qoyacaq. Burada nə hal var, nə yenə deyil, polis cəmatın... Kənddir, balaca kənddir, elə də böyük kənd deyil, yəni elə də geçir. Cəmatın içində olsa, onu sən niyə görə mühasirəyə almalısan, niyə görə? Cəmatın içində olsa, cəmatla maraqlansa, nazirlikdən, zaten oradan buradan gəlib maraqlansa, oturub bir ağsaqqalın azadına söhbət eləsə, bəlkə bilirsiniz, əksinə ona baxanda, tək orada görür, baxırsan ki, orada polisi belə, burada polisi belə. İndi bir söz deyim, orada hərbiçilər də var idi, deyəsə xüsusi təyinat da deyil, Bəli. Ular, indi yaxşı bir söz də demək istəyir. Prezident deyir ki, polisə heç kim qara yaxa bilməz, xüsusi təyinatlar şəhid verir. Amma xüsusi təyinat heç yeri düşsə, o Qarabağda böyüsə xüsusi təyinatları Azərbaycanlar heç bəlkə də başının tacı kimi bilir. Heç onu polis kimi tanımır axı. Bəli. Ya xüsusi təyinatı hər yerdə bilirsiniz hörməti var da, yəni mən qonşum da var, orada işləyər. Onu bir yəni hal-hazırda Şuşadadır. Yaxşı, bu xüsusi təyinatı niyə hörmət qoymuşdur? Qolunu itirib, qıçını itirib, gözünü itirib, gəlir deyir ki, verdiğiniz pensiya mən heç, nə bilim dərman pulunu deyir, mən balalarıma, mən deyir, istəmirəm, məsələn, mən sağlamlığımı qadır. Və siz də hörmət qoyur. Cəmaat onlara hörmət qoyur. Cəmaat onların heç kim onlara qara yaxmır. Xüsusi söhbət xüsusi. Yaxşı, hansısa bir polisin gedib vətəndaşa qarşı haqsızlıq edən, vətəndaşın problemindən al-bir eləyən, nə bilim, qanunla, canunla, həyatla, hətta eləsindən al-bir eləyən polisə səpər çəkir. Söhbət də polisin hamısına getmirdir. Söhbət hər sahədə insanın yaxşı da var, pis də var. Qalcıyıb kimlərsə ora vadar eləyən yenə özləri. Nə bilim, dünyada deyirlər ki, prezidentə saygısızlıq. Prezidentə saygısızlıq göstərən sizsiniz. Kimdir ki? Qanun sizin əldə. Siz sən gedib vətəndaşında prezidentdən bunları müdafiə eləmədiniz. Vətəndaşı elə bir vəziyyətə gətirib çıxartmalı diyorsunuz ki, vətəndaş oturub prezident əleyhinə, prezidenti günahkar çıxartır. Bəli. Siz saygısız eləyər. Vətəndaşı yenə deyirəm, o yerlərə, aksiyalara vadar eləyər, nə bilim, prezident ünvanına və yaxud kiminsə ünvanına danışanı siz edirsiniz. Qanun sənin əlindədir. Mən həyatımda bezmiş insan, deyib ki, sən qanunu tanımayanlıqla mən niyə görə tanımalıyım? Bəli. Atılacaq, valla. Haqsızlıq çox, bu polis əlinə, prokurorluq əlinə. Prokurorluq da ki, çəkil bundan qabaq həbs olunanda prokurorluq gələrdi, deyərdi, nə, kiminlər sizi burada incidən yox. Yoxdur, prokurorluğun adı var. Yoxdur. Ancaq hara getsə sonu gedər polisə çıxar. Hara getsə prokurorluq deyəcəndə atır polis üstə. Hara deyəcə gedir bu, ancaq polis. Ölkədə ki, o, polisdir.
Yox, mən deyərdim ki, xalq öz haqlarını, hüquqlarını tələb etməyəcən bu günü-gündən beləsinə haqsızlıq daha da artacaq. Valla mən beləsinə görürəm ha. Çünki Azərbaycanda mən fikir verirəm günü-gündən haqsızlıq günü-gündən artır. Yəni durmadan artır. Bu günləri məsəl üçün mənim necə deyim, nə qədər şikayətlər gəlir. Ancaq şikayətlər Azərbaycan polisləri haqqındadır. Ancaq şikayətlər. Yəni insanların niyə belə qəsdinə durmusunuz? Yəni fikriniz nədir? Nə etmək istəyirsiniz? Nə etmək istəyirsiniz? Yəni qarnınızın azarı nədir? Silahla gəzirsiniz çöllərdə, nə bilim. Valla bütün hər yeri blokad almışsınız. Azərbaycan vətəndaşlarının söz haqlarını, hüquqlarını əlindən almışsınız. Demokratiya müstəqilliyini əlindən almışsınız. Ben sağda o deyirəm, prokurorluğun qabağında aksiya keçdim, azlıq aksiyası. Sizə atmamışdım onu, belə sildim ya onu. Yox, atmamışsınız. Megabayt azıydı, onu çəkmişdim, kanal 13 atmışdım ben onu. Prosta olarak göstermedi şeyler, sıra tökülüşler, elim yandı, ne şeylerden ağır. Onları kanal 13'ün sana değil, öz sesimi de attım. Beraber dedim ki birbaşa ilə əgər imkanınız yoxdur, varsa atın birbaşa daxil işlər nazirində, ora baxsın. Eşitsin mənim sözümə, nə deməyib belə, qoy baş prokurorluğa ora. Səni kimsə blok eləməyib. Timur Kərimli həbs ediblər indi onu. Timur Kərimlə. Mən onu gətirdim, gəldim Bakıdan tanışdım, götürüb apardım. Dedim ki, mən şey diyorum Timur bəy, siyasətçi diyorum. Xahiş edirəm, gedək mənim bir dənə yaşayışımı çək. Hələ yerdə düşsə orada demişəm ki, mənə qarşı haqsızlıqların da son nəticəsi budur. Mən bu vəziyyətdəyəm də, mən demirəm, mən pul ver, demirəm, mən amma xahiş edirəm, mən hüquqlarımı müdafiə eləsinlər. Mən o günlərdə bax, həbsimlə bağlı çıxandan sonra 102 xidmətlə şey eləmişəm ki, bəs mən bu da mən günahsız yerəm. Afa xanım, mən heç kim blok eləməmişəm. Yoxdur, 5 tutka diyor, 20 tutka belirdi. Amma məndən tədqiqatçı, müstəntiq, hadisə izahat götürəndə, mən də yazmalı deyil, bunu Salmanov, rəisi mavini Fuad Məmmədov, bir də ki, qərib, tədqiqatı rəisi, şəraiti yaratan bunlar olur. Mən də bu 102 xidmətlə vurmuşam ki, bu dayanmayacam da, mən bunu biləcək. Götürüb günləri mənə atıblar, onu sabah axşam sizə atarım. Götürüb rəis yazıb ki, məni çağırmışsınız siz, məni əgər izahat almışsınız ki, bu izahatın əsasında da siz götürüb bunu qısa konkret mənə söyləyirik, güya ki, heç bir əsası yoxdur, bunu gəl yazmışdı ki, güya mənim şikayətim o 102 xidmətlə verdiyi heç bir əsası yoxdur. Üstəlik götürüb nə ediblər? Məni bir yerdə böyüdüyüm uşağı qonşumdur, götürüb mənim adımdan ərzə yazıblar, ona böhtən xarakterli bir ərzə yazıblar. Güya ki, bunu mən yazmışam. Düşmüşəm üstünə 102'ye buradan, ya bunu tapın da, qardaş, bu mənim imzam deyil, bu yüzden maşıqıyla yazın. Yazıq ki, burada cinayət xarakteri, demək polis sən özünü eləmsən də bunu. Əgər yoxsa deyilən falan kəs, mən də yedüsə adamını öldürməyəm, mən namusuma dəyməyəm, mən onu öldürəsi görəm, asas görəm, yazıb uzaq başı zamanında deyərəm, gəl ayıb olsun sənə, bunu deyərəm. Onu nə edir? Demək bunu siz yazmışsınız. Niyə gizlədirsiniz? Bilirsiniz, vəziyyət çox belə onun olsunlar, sağlıqlarında ümumiyyətlə tanımışdır. Yoxlarını yenə deyirəm, daha eləyirlər. Orada istər rəisi olsun, istər izabatçısı olsun, istər prokurorlu olsun, təlim, hətta arabir məhkəmədə də olur, hakimlər olur, belə bir hallar. Ya qocalanın, ya da ki, müstəqlərin, ya aşağıda işləyənləri təlim üçün göndərlər, oraya ki, sərişdəyir. O da yığında, nə bilim, vallahi Cəbrayil Vəliyev orada bir çox şeylər var, bilirsiniz o Rusub sözü var, Çujo Paxmir deyir. Kimlərsə bətvaniyyə gedər, mən o şeyləri açıb dökə bilmirəm. Danışa bilmirəm o şeyləri. Kimiz əvəzində kimlərsə gedər, ona görə ki, elə bir haqsızlıqları mən görmüşəm orada, elə bilirsiniz bu boyda sərvəti olan devlətimiz deyir ki, uşaqlarımızı belə. Vallahi internet uşaqlarını mən bir şey aldım, internet uşaqını mən bir, necə deyim, bir hadisəni gördüm mən o Çalqıların polis şöbəsində. Bakıda nasıl hazır sakin olmuşdu, Mərdəkənin internatından qaçmış uşaqdır, qız uşağı, 13 yaşında. Ama onu durup bilirsiniz, insan çok bu şeyin kendisinden böyle bir o şeyin tabii şimdi ne bileyim, bu millet de vallahi, bu millete de değilir, birbirine sosyal şebekelerde neler dansı, neydir, hiç olmasa size gene değilir, bir kalkıp değil mi söyleyeyim. Yoktur size kimse demir, İlham Aliyev çıksın ya başkası gelsin. Ama hiç olmasa bir hukuk talep edici Prezident İlham Aliyev, hiç olmasa bu Ermenilere verdiği hukuktan biraz da bize verir. Köçeryanın kızı burada oturursa, Sarkisyan'ın kızı burada oturursa,
Onun kızlarının yaşayışına bak, belə deyəklər, üzülük sənə ərəblərin önündə palyanlarda bak, ehtiyacıqdan düşdü o gün. Kimsəsizlikdən ehtiyacıqdan. Dinəndə valla Rusiyada dedilər, sizin bu seçilir vaxtı aristokrat bir millət bilirik. Şimdi deyirsiniz, adi gözü Qazaxıstanda uya tuzatsa neftə işləyən ərəblər bir Raksiya telefonu belə qız arxasından keçməylə Qazaq qızı belə tutmuş ki, onun üstündə ərəblərin evini aldılar, maşına qaçdılar. Burada gözlərinin qabağında, polisin gözünün qabağında nə hərəkətlər edirlər. Hətta bir üzücü yoluna keçənə heç belə o yolun yolcusu olmayanlara. Türkiye içinde şey değil mi onu? Ne de bunu milleti kaldırmak söhbətleri, milleti birisi burada söhbət neden gidecek? Bu insanlar özel hiç olmasa telebilir. Yani sosyal şebekelerine her bir ağzından diyecek bizim hukuksuz çirkiyesine yok. Sen böyle Allah adına nefte gazı kızılıyor. Bu polisiye hiç olmasa ve Suat el-Askeri orada ne oturup? Özü Rusya'da olur, bilir orada sinir sistemini kanıt ettiler. Ama olsun Allah 2018'in temeli Mart'ın 3'ü. Uçaklı'nın 3 tane polisi o sinir sistemini kanıt ettiler. Getirdiler, kalçıkın silah Ağustos'ta bir sağdaki mi? Yıkmışlar nerede? Toskana'da uzaktan pul yapmıştı. Kalçıkın içinde bir sağdakini uzaktık kalçıkın içinde. Biz burada da yine bir teşkilat yaradık. Burada da bir şey yaradık. Görün haksızlık edenlerde bilmiyorum. Geçmiş geldiğimiz yapılandırdılar. Ansa kurdular. Ders belirli, ders muhabini belirli, müstakil belirli ya. Veya kumsuz admesin ara diyesen derdi. Başkerde bir ki ben sizin anlısı veya bu için kapağını üstüne valla kafasına şikayet ederim. Gitti çıktı yüzüne. Yüzüne göndermiş. Sonra bir kudum kodeme kara çakır. Bəy, qoşulduğunuza görə çox sağ olun. Bəy, Allah sizi var eləsin. Allah sizin canınızı... Yenə də mən bilirsiniz, ölənə qədər mən yenə də canım ağzından çıxana qədər mən bunu bilməyəcəm. Mən haqsızlığa qarşı çıxacağım. İstər mənə qarşı, istər mənim evladım, istər ümumiyyətlə kasıb bu təbəqəli. Mən Azərbaycanlıyam, qanım Azərbaycan qanımda. Gördüyümdən, neyinədiyimdən mən yenə də yeni dediyimi deyəcəm. İstər məni öldürsünlər, istər başıma da bir iş gəlsə yenə deyirəm. Cavab deyil, Vilayət Eyvazovuna Kamran Əliyev. Yəni mənim ağzımız günmağa görə başım əkirlər. Yaxşısı budur, hüquqları müdafiə eləsin. Həkməyə yoxa baxsın, bütün küçələrdə acından ölen uçağı niyə görə qoysun, görsün niyə görə bu gündədir. Yapsın icra nümayəndələrindən, nədə ki bu uçağın hanı sosyal yardım? Bunun vəziyyəti yaxşı. Niyə sosyal yardım ki verilir? Hamısını özləri mənimsiyir, icra nümayəndələri, kimlər özünükilərdə yazır götürür. Gidip alında olsun rakette ile bir adamlara bakarsınız, ile bir adamlar sosyal yardımlar alır. Ne tür imkanı boğazlar. Ekranı beğenin de xahiş edirəm. Sağ olun, çok. Və var olasın bəy qoşulduğunuza görə. Allah sizi var eləsin. İnşallah danışarıq yenə də. Xoş oldu. Sağ olun. Yaxşımı? İnşallah mən sizi canlı efirə qoşacağım. Canlı efirə qoşulub birbaşa beləcə danışarıq. Yaxşımı? Allah amanlığı Allah sizi qorusun. Var olasın inşallah. Çox sağ olun. Allah sizi qorusun. Ekranı beğenin zəhmət olmasa canlı yayımız artsın. Yeni gələn hər bir kəs xoş gəldi. Yeni gələnlər xoş gəldi. Burada kimliyindən, mənliyindən moderatorlar sizə haqq verirəm. Burada kimliyindən, mənliyindən asılı olmayaraq sizlərə qarşı nəsə ifadə işlədənləri siktir eləyin bayrağı. Atın bayrağı, vızqı deyin, söyün var yoxuna kimi atın bayrağı. Mənə qarşı, sizə qarşı çaşanları. Başa düşdünüz? Heç kim də sizə heç də deyə bilməz, sizin arxanızda mən varam. Heç kimliyindən asılı olmayaraq heç kim də sizə deyə bilməz. Bura mənim kanalımdır, mənim kanalımın ağası mənəm. Mənim canlı yayıma gələnlərə qarşı kimliyindən, mənliyindən asılı olmayaraq hörmətlik eləyən oğlanın var yoxunu gözün qabağında sikərəm. Kimliyindən asılı olmayaraq. Bura mənim canlı yayımdır, mənim canlı yayımın rəhbəri mənəm. Kimliyindən asılı olmayaraq mənim canlı yayımda mənim moderatorlarıma qarşı çaşan, mənim izləyicilərimə qarşı çaşan, onlara hədə qorxu gələnin ağzına tutub xıttəyinə kimi itəliyərəm. Kimliyindən asılı olmayaraq. Bilirsiniz ki, mən buna qadirəm, fərqi yoxdur. Hardan, nerede, harda olduğundan, fərqindən asılı olmayaraq. Mən buradan danışmıram, ha, boş-boşuna. Mən sikdiyim göt sağalmır. Üzr istəyirəm ifadəmə görə. Yəni, kimliyindən asılı olmayaraq mənim izləyicilərimə, mənim moderatorlarıma qarşı çaşa bilməz. Ekranı dayanmadan bəyənin, abunə olun. Qoy daha da çox insanlar gəlib, daha da çox insanlar Azərbaycan Respublikasının
Polislerin bize etdikləri işgəncələr, polislerin vətəndaşlara etdiyi işgəncələrdən agah olsunlar. Baxın, gördünüz Azərbaycanın polisləri Azərbaycan vətəndaşlarına necə işgəncələr, necə amansızcasına cinayətləri öz üzərinə götürməyi əmr edir və şantaj, montajdan zaddan eləyirlər və insanları təhqir və tənqid də bir şey deyil ha. Təhqir ateşinə tuturlar. Baxın, bir anamız qoşuldu, bir Şəlalə xanım qoşuldu, öz övladının Mingəçevir polisləri tərəfindən həbs edildiyini, bu insan telefonu götürmür. Bu insan telefonu götürmür. Yox, bu götürməsin. Biz araşdırmaya başlayaq. Onun şəkli, Orxanın şəkli atılacaq mənə. Atılacaq mənə. Atılacaq mənə və mən də həmən insanı burada paylaşacağam. Burada paylaşacağam. Bir Nizar, Dünyalar Cəzarət, Təbriz Hətəmxan, Hüseyin Ruslan, Onan, İman Ecan Ekrəm, İmran Zaman Ecan. Belə. Çünki Azərbaycan Respublikasının polisləri həddindən artıq götləri şişib, həddindən artıq götləri şişib və insanlara qarşı zorakılıq və təcavüz etməkdən əl çəkmirlər. Yeni gələnlər, xoş gəldiniz. Ekranı dayanmadan bəyənin. Heç kimdən qorxmayın burada, heç kimdən çəkirin. Sizin arxavızda mən durmuşam, mən durmuşam sizin arxavızda. Yəni, mən burada durub boş-boşuna, mən burada durub klonluq eləmirəm, mən burada durub boş-boşuna danışmıram. Mən nə eləyirəmsə, haqq edirəm, mən nə edirəmsə, Azərbaycanın demokratik və müstəqillik uğrunda mübarizə aparıram və mübarizə aparmaqda da çəkinməyəcəm. Son nəfəsimə kimi də mübarizə aparacam. Namaz qılıb polisdə işləmək. Namaz qılmaq zaten hamısı indiki zamanında boş-boş şeylərdir. Allahı ürəyindən bir tutku və sidq ürəkdən kişi kimi hərəkət elə. Yalandan üzdən iraqlıq eləmək lazım deyil. Kişi kimi hərəkət eləmək lazımdır. Başa düşdünüz? Kişi kimi hərəkət eləmək lazımdır. Kimlərisə hədə qorxu gəlib, kimlərisə şantaj zad eləmək lazım deyil. Yaxşı bir iş deyil o. Yəni, mehriban olmaq lazımdır. Bura heç kim düşmənçiliyə gəlməyib, heç kim burada düşmənçilik. Bizə lazımdır ki, Azərbaycan Respublikası diktator rejimi İlham Əliyev Azərbaycan Respublikasına devr eləyib, onun yerinə ürəyimiz istədiyimiz prezidenti onun yerinə gətirib və Azərbaycanın vətəndaşlarını gözəl bir duruma çıxartmaqdan ötəri. Başa düşdünüz? Bizə bu lazımdır. Bizə lazım deyil, mən vətəndaşlarla burada durub dilləşim, nə bilim, neyniyim, mənə lazım deyil olar. Mənə lazım olan budur ki, demokrat və müstəqillik uğrunda mübarizə aparmaq. İşi odur. Demokrat və müstəqillik uğrunda mübarizə apar. Sən mənlə demokrat və müstəqillik uğrunda mübarizə aparmağa çalış. Neymirsən, Məhəmməd necə oldu, Əhməd necə oldu, filankəs necə oldu. Elə şeyləri ümumiyyətcə lazımsız bir şeylərdir. Əsas odur ki, haqq uğrunda mübarizə aparın. Haqq uğrunda mübarizə aparın. Necə ki, bizləri gəlirlər, təhqir edirlər. Sonra təhqir eləyəndən sonra çıxırlar, üzr istəyirlər. Deyirlər, bağışda pox yemişəm, nəslimin ağzı ilə sizə sataşdım Elnur bəy. Bəli, mənə sataşan mütləqdir ki, gəlib məndən üzr istəyib 3 dəfə əlimi öpməlidir. 3 dəfə əlimi öpməsi yəni mümkün olmayan bir şeydir. Yəni bunu mənim canlı efirlərimdə də görüblər. Mən nəyə qadirəm? Mənə qarşı çaşmayın. Çaşanın anasını bəlliyərəm. Anasını qayraram. Qayraram. Yəni çaşmayın. Qudurmayın, çaşmayın. Yeni gələn hər bir kəs ekranı dayanmadan bəyənin, ekranı paylaşın. Gördünüz həmən vətəndaş nə dedi? Gördünüz mü? Həmən biyaqçı
Hemen bir yaxşı anamız bax budur. Qoy onu da göstərim təkrar. Hər kəsin vaxtı xeyir. Mənim gözəl bacı qardaşlarım, hər kəsimiz müsəlmanıq. Hər kəsdən xahiş edirəm mənim bu səsimi paylaşın. Bir ananın səsinə səs verin. Bir bitmiş, bir yorulmuş, bir tək ananın səsinə səs verin. Xahiş edirəm Allahın xatirinə mənim bu səsimi Mehriban xanıma çatdırın. İlham Əliyevə çatdırın. Çox xahiş edirəm. İlham Əliyev, mənim gözəl qardaşım. Siz haqq ədalət yiyəsiniz, mənim evladım. Ayağında qandal olub, qandalı sındırıb, yəni psixi durumları var, kağızları var. Xəstəxana kağızları var, uşağımı məşdəqiyə apardığım yerdə, uşağı gəlib evdən qıraclanıb haltarda, uşaq qandalı qırıb, yəni qandalı qırıb şöbəyə gidib, deyir, məni tutun, mən işləyə bilmirəm, anam xəstə deyil, anama dərman ala bilmirəm. Uşaq gəlib evə tutmayıblar, deyirlər, sən dəlisən, nəsən? Evə də gəl, dedim, oğlum, axıq getmirsən, səni xəstəxanaya aparım, sağlam tuta bilmirəm, apara bilmirəm, qorxucudular ki, səni məşdəqada öldürəcəklər, səni belə eləyəcəklər. Allah canını sağ olasın, ay vətən oğlu, Allah var eləsin. Apararım oğlum, gedəyim alıcı olun, beynində yəni problemi var bu uşağın, axır gedib, belə baxsam normaldır, amma otduğu yerdə gəl özünü kəsir, özünü necə dəfə asıbdır, yaşamaq istəmirəm, biz niyə kasıbıq, mən iş tapa bilmirəm. Yəni belə şeylərdən, çox çətinlikdən, bunda travma yaranıb, nədən yaranıb bilmirəm. Sizə çox xahiş edirəm, çox xahiş edirəm. Mənim bu səsimi Mehribana çatdırın. Mən uşağımı qandaldakı niyə vurublar, dəmir dümür oğruyub, küçücük bir şeylər də hamısı polis idarəsində var. Bundan örtü mənim uşağımı gəlib bir də gün 2 maşın gəldi, qara paltarı, qırajlarını paltarda, məni də çağırdı, mən də təzə qardaş itirmişəm, zaban qardaşım ölüb, beynim həyat məni yorub. Mənə dedi ki, anası, qandal işi çoxdur, qandalın, yəni güya qandala 5-6 iş verəcəklər, heç araşdırmışam, heç qandala yeri gəlsə, heç iş düşür, 1 il düşür, nə düşür, bilmirəm. Düşsün, nə verirlər, zərər yoxdur, 2 il versinlər. Amma qandalla versinlər. Gedək, polis gəldi, Orxan adında şəxsdir, başqalarını da sürətdən tanıyıram. Gedək, şöbədə sənin deyirəm, oğluna təmiz silah verim, uşaq da yatmışdı, yuxulu baxır. Ümid, gedək sənə təmiz silah verim, Allaha and olsun, əziz Allahın adına birini yalan danışmıram. Təmiz silah verək, 1 il yatıb kişi kimi çıxarsan, anana da köməkli edəcək, sənə də orada bey kimi baxacaqlar, sənə tapşıracaq. Mən də belə baxıram, amma dedim ki, bir dənə onu deyə bildim bir şey dedim, bəs deməzdə silah hardan tapılar, dedi ki, deyəcək ki, oradan köstan tapılır. İndi axşam xəbərlərə baxıram ki, buna nə boyda silah veriblər, nə qədər güllələr veriblər, mənim uşağım nə görüb o silahı, Allah hamd olsun, əlinə dəyməyib o silah vermir. Onu şöbədə veriblər, şöbənin silahıdır o. Araşdırın, İlham Əliyev, xahiş edirəm. Bacım qardaşlarım, qiriyyətli bacım qardaşlarım, mənim səsimi hər kəsə duydurun. Bu haqsızlığa, mənim ondan başqa evladım yoxdur. Bu haqsızlığa göz yumuyun, çox xahiş edirəm. O silah vallahi onun döyür, uşağımı döyüblər, qağayıblar, qoyuna qoyublar. Sonra məni çağırdılar şöbəyə, dedi ki, ana sən də bilirsən ki, o silah mənim döyür. Dedim, ümid əlinə deyir silah, dedi, yox. Sonradan mən gələndən sonra silahı veriblər, çəkiliş olubdu. Dedim, ümid alma, heç əlinə dalma, o silah yaxşı demirlər oğlum. Dedi ki, onsuz özümü öldürəcəm, ana sən bilmirsən ki, o silah mənim döyür. Dedim, bilirəm. İndi uşağımı döyüblər. Oxuyuram, vətən oğlu, oxuyuram. Deyir ki, silah mənimdir, 1 il bundan qabaq. Allah hamd olsun, yalandır. Allah balalarını öldürsün. Mənim balamı şərliyəni, Rəbbimin qəzəbinə gələcək, inşallah. Bir polislər, biz deyirik, polislər bizim qiriyyətimizdir, bizi qorucumuzdur. Yoxsa polislər belə haqsız yerə bir cavanı, bir cahılı gələcəyin saldatını sən necə başlarını yastığa qoyun mənim evladımı şərliyib? Vallahi insan dərdini gedib kimə desin, insan dərdini gedib kimə anlatsın ki, ay mənim əzizim, ay gözəl insan, Azərbaycanda durum budur. Azərbaycan polislərində güvən yoxdur, insanları şər atıb, böhtən atıb, həbs edirlər. Siz nəsiz? Vallahi siz düşməninizi erməni bilirsiniz. And ol Allah, erməni sizin düşməniniz deyil. Sizin bir nömrə düşməniniz Azərbaycan hakimiyyəti, Azərbaycan polislərdir. Sizin düşməniniz olardı. Çünki erməni heç bir zaman öz vətəndaşına belə hörmətlik eləmir. Erməni heç bir zaman öz vətəndaşına belə sayğısızlıq eləmir.
Bunu yalnız Azərbaycan polisləri deyil, Azərbaycan Daxili İşlər Naziri idi. İnsanlara qarşı beləsinə zorakılıq eləyən, insanları vəhşicəsinə döyən, vəhşicəsinə təhqir eləyən, vəhşicəsinə üstünə şər atan, insan zorakılığı, xanımları zorlayan, xanımları təcavüz eləyən, bəyləri zorlayan, təcavüz eləyən, hansısa bir iddihamlarla tutub, əziyyət verib, işgəncələr verib, həbs eləyən. Bildiniz? Yəni, bax, budur. Azərbaycan polisi budur. Əgər bir cinayətkarı sən necə durub onun üzərinə o qədər statyalar qoyub, o qədər silah. Polisdə silah nə gəzir? Avtomat polisdə nə gəzir? İlham Əliyev, sual verirəm də sənə. Sənin polisində avtomat nə gəzir? Hə? Əlavə olaraq onda avtomat nə gəzir? Silah nə gəzir ki, həmən insan, həmən silahla, həmən vətəndaşları həbs elətdirirlər. Hə? Açılmamış cinayətləri həmən vətəndaşın üzərinə qoyurlar. Yəni bu kişilikdirmi? Yəni belə bir kişi, yəni özünə kişi deyən şəxs elə bir hərəkət eləyər? Hə? Eləyər? Əlbəttə ki, eləməz. Balıq başdan ilənər. İlham Əliyev, sən nə qədər ki, Azərbaycan polislərini belə tərif edəcəksən, Azərbaycanda günü-gündən də elə beləsinə haqsızlıqlar baş alıb gedəcək. Həddindən artıq baş alıb gedəcək. Baxın, dünənləri Azərbaycan, belə bir şey deyim, Azərbaycan polislərini qətlə yetirən həmən Rüstəm adlı vətəndaşa şeylərdə də dedilər ki, xəbərlərdə də dedilər ki, həmən insan polisləri ov tüfəngindən atəş açaraq qətlə yetirib. Mən səndən razılaşdım. Sən ov tüfəngi deyirsən. Düzdürmü? Niyə ov tüfəngini canlı, mən dünənləri canlı efir açdım və canlı efirdə də dedim ki, bir ov tüfəngindən 4 nəfəri necə öldürmək olar ki, Qoşa Lüllədən? Hə? Necə öldürmək olar? Bu sual altında qaldı və ondan sonra dərhal Daxili İşlər Nazirliyinin saytında belə bir foto gəldi, çıxdı ortalığa. Bu günləri yayımlanıb bu foto. Güya ki həmən insanda qoşalüllə yox, avtomat olub. Yox, bir tank olub. Tankla zatla çıxıb. Nə oldu? Necə oldu ya bu? Hə, necə oldu bu? İt balası kimi izləyirsiniz. İtin balasısınız. Özünüz də itin balası kimi izləyirsiniz. Sıraz deyirsiniz ki, media belə danışdı, medialar belə danışdı, xaricdə oturan belə danışdı. Düzgün danışıram da. Hanı? Ov tüfəngi deyirsən, ov tüfəngi hanı? Hə? Hanı? Necə oldu sıraz bu videonu götürsünüz, bu şəkili götürsünüz, paylaşdınız, güya ki, əlində avtomat oldu. Özdə bu avtomat Kalaşnikov'da, hə? Kalaşnikov avtomatdır, yoxsa Amerikankadır bu. Hə? İndi birazdan da adını çıxardacaqsınız. Terörist çıxardacaqsınız adını. Ay, sizdə kişilik qeyrət deyiləs bir şey yox deyə. Bilirsən niyə? Mən yenə də bu yaxlarda o barədə video çəkdim, paylaşdım. Deyirəm ki, ay İlham Əliyev, bax, bir dəfə olsun, o söz zaten girirsən, baxırsan. Bir dəfə də olsun, gir, bir dənə bax, gör. Bax, gör. O ölən polislərin kommentariyla altı nələr yazılır, hə? Biri yazır, ay bunlar gəbərdi, biri yazır, Azərbaycan polislərinə ölüm, ay bunu yazır, ay bunun var yoxuna itəliyib. Biri mənə götürür, şey paylaşır, nə bilim onu təzə şeyin gəlini paltarında mənə götürüb şəkilli paylaşır ki, ay Elnur bəy, deyirəm ki, hə qaqaş, ay Elnur bəs deyir, bu onun gəlin paltarıdır, bu onun gəlini paltarıdır. Bəs bu onun gəlini paltarıdır. Bəs Elnur bəy, çox xahiş edirəm, bunu paylaş, deyirəm ki, mənim əzizim, mən onu paylaşa bilmərəm də, yəni ayıbdır, yəni həqiqətən də ayıbdır. Onu mən niyə paylaşım ki orada? Deyir, yox, çox xahiş edirəm, onu paylaş, deyirəm, yox, mən hər deyiləni götürüb onu orada paylaşa bilmərəm. Yəni olmaz. Bu da ölən... Nə biləm, biri əmsi qızın şəklini göndərib onun, birinin dayısı qızın şəklini göndərib.
İnansan da hərəsi bir dənə şeyin şəklini göndərir. Bildin? Yeni gələn hər bir şey, bəy, Roma, neysə, ne Roma bəy, Prisom Roma, sənin işin gücün yoxdur, afaq. Bura dalaşmaq yeri deyil, bura müzakirə yeri deyil. Mən bura ringə kimsə çıxartmıram. Roma ilə nəsə söhbətin varsa, Romaya get nömrə verginə, get nömrə ver, get danış da. Yəni, bura sənin üçün şey deyil, ay afaq xanım. Bura biz burada Azərbaycanın demokrat və müstəqilliyi uğrunda mübarizə aparırıq. Biz bura kimsə çıxardıb şey eləmirik. Necə deyim sizə, çıxarıb burada şey eləmirik. Nəysə, canlı efiri bağladım. Allah sizin canınız sağ eləsin, gecəniz xeyrə qalsın, Allah amanda qalın. İnşallah ki, canlı yayımları tez-tez açacağım və Azərbaycanın necə şərəfsiz polisləri haqqında sizə paylaşacağım. Allah amanda qalın, gecəniz xeyrə.